5-ci hissə. O söhbətdən bir neçə həftə keçmişdi. Qış fəsli idi. Könül bildirdi ki, Vazih özünə Beləcərdə bir mənzil danışıb və almamış ona göstərərək fikrini bilmək istəyir. Oraya tək gedə bilmərəm, gəl birlikdə gedək baxaq, dedi. Əvvəl qəti etiraz etdim. Mənim yad oğlanın mənzilində nə işim ola bilərdi? Həm də Vazihin çılğın ehtirasını əks etdirən biabırçı fotosunu ani də olsa görmüşdüm və bu səbəbdən onunla üz-üzə gəlməyi heç istəmirdim. Lakin könülün israrlı təkidləri məni yumşaltdı. Fikirləşdim ki, necə olmasa xalam qızıdır, ürəyini sındırmayım. Mənzili Biləcərdən alıb deyirsən? Hə, Vazih Biləcərdə avtoyumada işləyir. Mənzili də elə oralardan alıb. Gedək, amma əvvəlcə Məlahət xaladan icazə al deyə şərt qoydum. Qız arxayınlıqla gülümsədi. Vazih barədə mamaya deməmişəm, tək sən bilirsən. Ona görə istəyirəm mənzil də sürpriz olsun. Ancaq narahat olma, deyəcəm ki, özümə çanta almağa gedirəm. Ülkər də seçimdə mənə kömək edəcək. Yox, mən yalan danışa bilmərəm, qaşqabağımı tökərək dilləndim. Sənə yalan danışan deyən yoxdur. Sussan kifayət edər. Yaxşı, sənin xətrinə susaram. Bazar günü əvvəl metro, sonra isə avtobusla Beləcəriyə getdik. Vazih xalam qızına WhatsApp-la ünvan göndərmişdi deyə 6 mərtəbəli binanı tapmaq çətin olmadı. Pilləkənlə 3-cü mərtəbəyə qalxdıq. Könül buradakı mənzillərdən birinin zəngini bastı. Yalnız fotolarından tanıdığım və əsla bəyənmədiyim Vazihi ilk dəfə görəcəkdim. Öz-özümü inandırmağa çalışırdım ki, burada pis bir şey yoxdur. Xalam qızının tezliklə nişanlanacağı oğlan özünə yeni mənzil alır və mən mənzilə baxmağa gələn könülü müşayiət edirəm. Buna baxmayaraq ürəyim heç də rahat değildi. Özümü nəsə pis bir iş tutmuş kimi hiss edirdim. Qapını üzümüzə açan Vazih bizi içəri dəvət etdi. Oğlan bu zaman gözümə fotoşəkildən daha bərbad göründü. İndiyə kimi neçə oğlanlarla virtual əlaqə qurmuş könül bunu nəyini bəyənmişdi, mənə çatmadı. Zalım oğlu elə xalam qızının özü kimi balaca boy, tipsiz biri idi. Olduqca mənasız baxışları vardı. Vazihin bizi apardığı otaqda ikinci birini görəndə qanım əməlli başlı qaraldı. Bu könülün mənə fotosunu göstərdiyi və mənimlə tanış olmaq istəyən həmin Lətif adlı oğlan idi. Belə çıxırdı ki, Vazih onu da mənzilə baxmaq üçün dəvət etmişdi. Dostu ilə müqayisədə xeyli hündürboy və cüssəli olan Lətif divanda oturmuşdu. Dizləri süzülmüş cins şalvar və göy rəngli köynəkdə idi. Köynəyinin yaxasını tam açdığı üçün ağ maykası axıra kimi görünürdü. Biz içəri girəndə cəld ayağa qalxdı. Alcı baxışları ilə mənim bədənimi süzür, xalam qızına isə heç baxmırdı. Könül təəccüblə, Lətif də burada imiş, dedi. Onun təəccübü mənə saxta göründü və içimi dərhal şübhələr gəmirməyə başladı. Görəsən bu mənzilə baxmaq məsələsi mənim bu şorgöz baxışlı pəzvənglə tanış etmək üçün qurulmuş oyun deyildi ki. Əgər belə idisə, mən bunu xalam qızına heç vaxt bağışlamayacaqdım. Hə, onu da çağırdım ki, evə baxsın. Vazih izahat verdi. Mənzil heç çatışa qoyulana bənzəmirdi. Hiss olunurdu ki, burada hələ adam yaşayır. Əgər belədirsə, mənzil sahibinin özü harada idi? Lətif yenidən divanda oturmuşdu və məni başdan ayağa yaramazcasına süzməkdə idi. Vazih divanda əyləşməyimi təklif etsə də, razılaşmayıb ayaq üstə, könülün yanında durmuşdum. Ağzımı qızın qulağına yaxınlaşdırıb, mənzilə bax, fikrini de, tez gedək deyə pıçıldadım. Könül nədənsə pərt və həyəcanlı idi. Cavab olaraq zorla gülümsədi. Tələsmə, burada qalası deyilik ki, gedəcəyik də. Vazih sevgilisinə mənzilin üstün tərəfləri barədə danışırdı. Sonra dedi ki, indi gəl sənə digər otaqları göstərim. Birlikdə yataq otağına keçdilər. Onların ardınca getməyə tərəddüd etdim. Lətif isə oturduğu yerdən hələ də məni martılayırdı. Onun da şüşə kimi parıldayan gözlərində mənasızlıq vardı. Onda bunun səbəbi mənə aydın değildi. Amma xeyli sonra o günü xatırlayanda anladım ki, oğlanların hər ikisi narkotik maddə qəbul ediblərmiş. Lətif əlini divana vurub öz
yanını göstərərək, "Ayaqda durma Ülkər, gəl bura" dedi. "Yox, belə yaxşıdır" dedim. "Naz eləmə, gəl dedim sənə." Səsində bu dəfə bir hegemonluq vardı. Bu məni qorxutduğu üçün könlünün yanına getmək istədim. Lakin yataq otağının qapısına doğru 2 addım atmışdım ki, qulağıma oradan gələn səslər dəydi. Vazeh təkidlə nəsə deyir, könül isə deyəsən ona etiraz edirdi. Yerimdə dayanmağa məcbur oldum. Az keçmiş, səslərin mahiyyəti dəyişdi. İndi oğlanın ehtirasdan doğan boğuq səsi ilə xalam qızının zəif iniltisi bir-birinə qarışmışdı. Utandığımdan yanaqlarım od tutub yanırdı. Dönüb Lətifə baxanda onun həyasızcasına dişlərini ağartdığını gördüm. "Oraya getmə, onlar öz keflərindədir. Mənim yanıma gəl" dedi. "Gəlmirəm" deyə əsəbi şəkildə başımı buladım. "Mən səni istəyirəm, gözəl. Gəl biraz da divanda sevişək. Cəhənnəm ol." Bunu deyəndə yataq otağından könülün çığırtısını eşitdim və sonra bu çığırtı dərhal öz yerini boğuq xırıltıya verdi. Yəqin Vazeh əli ilə qızın ağzını tutmuşdu. Həyatımda heç belə çətinliyə düşməmişdim. Bilmirdim qızı xilas etmək üçün yataq otağına gireyim, yoxsa buradan qaçaraq gedim. Lətif hirslənməyə başlamışdı. Qalxıb mənə yaxınlaşdı. "Eşitmirsən nə deyirəm?" Qollarından tutmaq istəyəndə onu bütün qüvvəmlə geriyə itələyib mənzilin qapısına doğru qaçdım. Bu əclaf da dalımca gəlirdi. Qapını açıb özümü çölə atanda arxadan qəzəbli səsini eşitdim. "Bəs buraya niyə gəlmişdin?" Pilləkənləri necə endiyimi yadıma gəlmir. Blokdan çıxandan sonra var qüvvəmlə yüyürürdüm və yalnız həyəti arxada qoyub başqa bir binanın tininə yetişəndə nəfəsimi dərmək üçün dayandım. Məni təqib edən yox idi. İkili hisslər keçirirdim. Bir tərəfdən namusumu xilas edə bildiyimə sevinir, digər tərəfdən xalam qızını darda qoyub qaçdığım üçün qəhr olurdum. Bir qədər sakitləşib özümə gələndən sonra keçirdiyim birinci hiss güclənib ikincisini sıxışdırmağa başladı. Bəli, böyük bir faciədən qurtulmuşdum və buna yalnız sevinmək lazım idi. Allah qorusun, əgər könlünün başına gələn mənim də başıma gəlsəydi, özümü öldürməkdən başqa çarəm qalmazdı. Xalam qızı isə axmaqlığının cəzasını çəkirdi və onun bu axmaqcasına əməllərinə mən yox, şəxsən özü cavabdeh idi. Amma məsələyə başqa tərəfdən baxanda könüldə elə bir günah görmürdüm. Anam həmişə deyərdi ki, qız uşağının arxasınca düşüb gülməyin, başı üstündə qılıncla durmağın faydası yoxdur. Uşaqlıqdan tərbiyəsini düzgün ver, ondan sonra istəyirsən 1000 kişinin arasına burax. İndi könül neyləsin ki, tərbiyəsi düzgün qurulmamışdı. Bir gözüm həyətdə olduğu halda soyuqdan əsərsə xalam qızını gözləyirdim. Onu burada qoyub gedə bilməzdim. Evə tək qayıtsaydım, bunun səbəbini Məlahət xalaya necə izah edəcəyim barədə heç bir fikrim yox idi. Nəhayət 2 saata qədər beləcə dayanıb gözləyəndən sonra könül həyətdə göründü. Ayaqlarını yanlarına qoya-qoya çətinliklə yeriyirdi. Cəld qarşısına getdim. Ona içimdən gələn ən pis sözləri demək istəyirdim. Amma üzündə elə dəhşətli bir qorxu gördüm ki, deyəcəklərimi udmağa məcbur oldum. Dodaqları titrəyə-titrəyə, "Ülkər, ayaqlarının altında ölüm, bunu kimsə bilməsin" dedi. Vazehin məni sevdiyini düşünürdüm. Hardan biləydim alçağın yekəsidir. Mənzil almaq söhbəti də yalan imiş. Mənzil Lətifindir. Nə də satıb eləmir. Ağzıma gələn ən pis sözləri yenə bir təhər uda bildim və bədbəxt xalam qızına yalnız bunu dedim. Başına gələn sənin öz axmaqlığındandır. Instagramda tanış olduğun cındırın birinə inananda axırı belə olar. Qız əməlli başlı ağladı. Qurban olum, bax istəyirsən özün üzümə tüpür, döy, söy, amma evdəkilər bundan xəbər tutmasınlar. Halım üstümdə deyil, yeriyə bilmirəm, ağrıdan nəfəsim kəsilir. Evdə deyəcəm ki, mağazada mədəmdən sancı tutdu. Sən də yalanımı üzə çıxarma. Belə ürəkdən ağlaması məni də kövrəltdi. Heç nə demədən qoluna girib küçəyə doğru apardım. Taksi ilə evə gəldik. Mənzilə girən kimi yataq otağımıza keçdik. Könül dərhal çarpayısında uzandı.
Evdə yalnız xalamla Ramil idilər. Hər ikisi arxamızca otağa gəldi. Qız ticarət mərkəzinə çantalara baxarkən birdən-birə mədəsindən kəskin ağrı tutduğunu dedi. Mən isə onun sözlərini xəcalət çəkə-çəkə təsdiq etdim. Məlahət xala qızına kəklik otu dəmləməsi içirtdi. Könül yatmaq istədiyini bildirəndə anı ilə oğul çıxdılar. Otaqda ikimiz qaldıq. Çarpayının kənarında oturaraq məni maraqlandıran sualları verməyə tələsdim. Könül, o əclaf Vazeh sənin bakirəliyini pozdu? Baxışlarını məndən yayındırmağa çalışaraq, yox, elə olmadıq, dedi. Onun nə demək istədiyini anlayanda utandığımdan bədənim istiləndi. Bir müddət hər ikimiz sustuq və nəhayət cəsarətini toplayaraq ikinci sualımı verdim. Lətif də oldu səninlə? Hə, deyə ağırdan üzünü qırışdıraraq gecdən-gecə dilləndi. Səni əlindən buraxdığı üçün quduza dönmüşdü. Onu görüm tikə-tikə doğransın. Düzünü de, sən məni oraya o alçaqla tanış etməyə aparmışdın. Sustu. Səninləyəm. Mənzilə baxmaq söhbəti bir oyun idi, hə? Hə, Vazeh yalvardı, keçə bilmədim. Qız nəhayət etiraf etdi. Ancaq Ramilin canı üçün məqsədlərindən xəbərsiz idim. Vazehlə lap tez nişanlanacağımızı düşünürdüm. Lətifi də bir dəfə görüb bəyənmişdim. Biləndə ki, o da səni istəyir, dedim, bəlkə sizinki tutar, xoşbəxt olarsınız. O xarabadan qaçıb qurtula bilməsəydim, Lətifin başıma nə oyun gətirəcəyini bir anlıq təsəvvür edəndə halım dəyişdi və başımı hiddətlə bulayaraq, Allah üçünüzün də bəlasını versin, dedim. Könül yenə ayaqladı. Amma bu dəfə ona heç yazığım gəlmədi. Ayağa qalxaraq otağı tərk etdim. Gecə yatağıma girəndən sonra hərarətim yüksəlməyə başladı. O həyətdə dayanıb könlün çıxmasını gözləyərkən mənə möhkəm soyuq dəyibmiş. Dediyim kimi, xalamgildə yaşamaq məni sıxırdı. Burada özümü azad hiss edə bilmirdim. Nə istədiyim vaxt rahat dərs oxuya bilirdim, nə də istədiyim vaxt istirahət edə bilirdim. Universitetə gedib gəlmək istisna olmaqla evdən tək çıxmağım qadağan olunmuşdu. Yemək məsələsi isə acınacaqlı idi. Xalamın dadsız duzsuz xörəklərindən yeyə-yeyə ürəyindən keçən yeməkləri də elə ürəyimdəcə saxlamağa məcbur olurdum. Sevimli yazıçımın Libraf kitab mağazasında imza saatı olacaqdı. Bu barədə yazıçının rəsmi Instagram səhifəsinə elan verilmişdi. Həmin günü səbirsizliklə gözləyirdim. Kənddə yazdığım Azad Dovşan balası hekayəsini də özümlə aparacaqdım. Xalamdan icazə istədim. Ramillə getmək şərti ilə razılaşdı. Sonradan bildim ki, anamla telefon söhbətindən sonra məni Sərhad üçün deyil, Ramil üçün götürməyə razılaşıb. Mən isə onlardan hər ikisinə qardaşım kimi baxırdım və hələ ki, kiminləsə ailə qurmaq fikrim yox idi. İmza saatına vaxtından tez getmişdik, amma yazıcı artıq burada idi. Piştaxtanın önündə dayanıb qəhvə içirdi. Onu görəndə sevincdən ürəyim atlandı. Yaxınlaşıb salamlaşdım. Salamımı mehribanlıqla aldı. Bu zaman Ramil bir qədər aralıda dayanaraq bizə tamaşa edirdi. Mən adətim üzrə tələsə-tələsə danışırdım. Keçirdiyim həyəcandan dilimdəki cüzi pəltəklik daha aydın hiss olunurdu. Mən sizin ən fəal oxucularınızdanam. Adım Ülkərdir. Azərbaycan Dili və Ədəbiyyatı Fakültəsinin 1-ci kurs tələbəsiyəm. Bir dəfə sizin Instagram səhifənizə yazmışdım. Köməkçiniz cavab verdi. Mənim də bədii yaradıcılığa çox həvəsim var. İcazə versəydiniz, yazdığım kiçik bir hekayəni sizə göstərərdim. Başını razılıqla tərpətdi. 2 vərəqdə çap olunmuş yazını çantadan çıxararaq əllərim əsasla onu uzatdım. Ala belə yanımdaca oxumağa başladı və oxuyub bitirəndə vərəqləri özümə qaytararaq gülümsədi. Yaxşıdır, içindəki azadlıq istəyini çatdırmağa çalışmısan və məncə nail olmusan. Öz üzərində işləsən, gözəl hekayələr yaza bilərsən. Amma bir söz deyim, bunu heç də irad kimi qəbul etmə. Heyvanlar meşədə, insanlar isə cəmiyyətdə heç zaman o dovşan balası kimi azad olmurlar. Arzu edirəm ki, nə vaxtsa bu hekayənin ikinci hissəsini yazmalı olmayasan. Yəni həyatında başına elə iş gəlməsin ki, ikinci hissəni yazıb orada dovşan balasının canavara rast gətirərsən. Çox sağ olun, minnətdaram, dedim. Fərəhimdən uçurdum. Yazıçının
Özümlə gətirdiyim Xəstə Ruhlar kitabını çantamdan çıxararaq avtoqraf istədim. Kitabın birinci səhifəsinə Ülkər xanıma həyat yolunda heç zaman büdrəməmək arzusu ilə yazaraq imzaladı. Telefonumu Ramilə verib xatirə fotomuzu çəkməsini xahiş etdim. Bir qədər sonra mağazanın geniş zalına xeyli oxucu yığışdı və imza saatı başladı. Ramilin daha kitabı imzalatmırsan, çıxaq gedək deməsinə baxmayaraq axıra kimi dayandım. İmza saatına gələnlərin böyük əksəriyyəti tələbə gənclər idi. Onların arasında özümü xoş, hüzurlu aurada hiss edirdim. Çünki hamısı kitab sevər, dərrakəli, mədəni, səviyyəli gənclər idi. Vazih, lətif və könül kimi kitabdan uzaq mənəviyyat yoxsullarının burada nə iş ola bilərdi axı? Burada bir vacib məsələnin də fərqinə vardım. İmza saatına toplaşmış gəncləri ədəbiyyata maraq və yazıcıya sevgi kimi ortaq cəhətlər birləşdirirdi deyə hamısı bir-birinə mehriban, isti münasibət göstərirdi. İlk dəfə rastlaşmaqlarına baxmayaraq, sanki hamısı köhnənin tanışı idi. Şahid olduğum kiçik bir səhnə bu qənaətimi biraz da möhkəmləndirdi. Tələbə olduğu az qala üzünə yazılmış bir qız, Mərtəbələr romanını oxumaq istəyirəm, amma almağa imkanım yoxdur. Kimdə varsa versin, oxuyum, qaytarım deyə ətrafdakılara müraciət etdi. Məndə var, yaxınlıqda dayanmış oğlan dərhal dilləndi. Ay, nə yaxşı, qız sevindi. Verə bilərsiniz mənə? Əlbəttə, hansı tərəfdə qalırsınız? Nəsimi metrosuna yaxın oluram. Amma siz hara desəniz, gələ bilərəm. Bəs sizdə Qal Ləkəsi romanı var? Bəli, var, qız cavab verdi. Bu lap əla oldu ki, deyə oğlan aşkar sevindi. Xahiş edirəm, siz də onu verərsiniz, oxuyub qaytararam. Məmnuniyyətlə verərəm. Sabah saat 3-də Nəsimi metrosunun yuxarı çıxışına yaxın Milli Kitab kafesində gözləsəm, bu sizə uyğun olar? Bəli, o kafeni tanıyıram. Onda danışdıq. Hər ikisi əxlaqlı gəncə bənzəyirdi. Üzlərində nur vardı. Qeyri-ixtiyarı gülümsəyərək düşündüm ki, sabah bu oğlanla qız kitab kafesində görüşəcək və bu görüş bəlkə də onların gələcək dostluğunun və ya sevgisinin təməlini qoyacaq. Özü də həqiqi dostluğun və ya həqiqi sevginin. Çünki elə indidən əminliklə demək olardı ki, mütailə sevmək kimi ən azı bir ortaq cəhətləri var. Ağlıma xalam qızı gəldi. Əgər o da kitab oxuyan, ədəbiyyata maraq göstərən biri olsaydı, gələcək həyat yoldaşını belə mədəni, əxlaqlı ortamlarda tapar və sosial şəbəkələrdə pozun qız axtarışına çıxmış Vazih kimi əqidəsiz, şərəfsiz, əski parçalarının tələsinə düşməzdi. Həmin imza saatında Leyla adlı gözəl, sevimli bir qızla da tanış oldum. Mənə rəhbəri olduğu yeni gənclər təşkilatına üzv olmağı təklif etdi. Məmnuniyyətlə razılaşdım. Bir sözlə, o gün mənim üçün unudulmaz bir gün idi. Orada keçirdiyim 2-3 saat müddətində Bakının heç də yalnız bizim universitet, metrolardakı basabas və xalamgilin cansıxıcı mənzilindən ibarət olmadığını anladım. Belə bir mühitə düşdüyüm üçün özümə hörmət və güvənim xeyli artmışdı. Gələcək mənə olduqca işıqlı və fərəhli görünürdü. Evə qayıdarkən elə yoldaca sevimli yazıçımla olan fotoşəklini WhatsAppda paylaşdım. İstəyirdim bunu atamgil və İntizar müəllimə görsünlər. Fotonun altında axır ki arzuma çatdım sözlərini yazmışdım. Axşam əynimdə pijama çarpayının üstündə uzanıb yastığa dirsəklənərək kitab oxuyurdum. Telefonuma Sənandan mesaj gəldi. Salam Ülkər, necəsən? Kitabı kənara qoyaraq telefonu əlimə aldım. Onunla ilk yazışmamızdan 5 aya yaxın müddət keçirdi. Açığını deyim ki, ilk vaxtlar mesajını gözləyirdim, istəyirdim yazsın. Amma yazmadığı üçün yavaş-yavaş unutmağa başlamışdım. Budur, indi birdən-birə yazmışdı. Həm də köhnə tanışlar kimi sən müraciəti ilə. Belə baxanda Sənan yaxşı oğlan idi. Adama zəli kimi yapışanlardan deyildi. Məndən xoşlandığını hələ o vaxt telefon mağazasında anlamışdım. Barəmdə pis fikri olsaydı, indiyə kimi tez-tez yazardı. Cavab vermək qərarına gəldim. Salam Sənan bəy, şükür yaxşıyam, siz necəsiniz? Mən də yaxşıyam. Demək bugün imza saatında olmusan, şəklini görəndə yazmaq qərarına gəldim.
Yeri gəlmişkən fotoda çox gözəl görünürsən. Yəni elə həyatda olduğun kimi. Etiraf edim ki, onun tərifi ürəyimə yağ kimi yayıldı. Bəlkə də ona görə ki, indiyə kimi gözəl olduğumu üzümə deyən az olmuşdu. Əksər qızlara bu sözü uşaqlıqdan atalara o qədər çox deyirlər ki, alışırlar. Mən isə belə təriflərə alışqan deyildim. Atam artıq bildiyiniz kimi qudurub yolundan azmamağım üçün mənə heç vaxt gözəl deməmişdim. Çox təşəkkür edirəm yazdım. Kiminlə getmişdin imza saatına deyə soruşdu. Ramillə. Hə? Sərhad necədir? Çoxdandır görmürəm. Yaxşıdır. Sənə bir sirr açım. Sərhad sinifimizdə ən pis oxuyanlardan biri idi. Mən isə həmişə əlaçı olurdum. Sənanın mesajına bir neçə gülüş smayliki qoşulmuşdu ki, mən də ona təbəssüm smayliki ilə cavab verdim. Bəs niyə təhsilinizi davam etdirmədiniz? Davam etdirmişəm, kompüter proqramçısıyam. Onda niyə satıcı işləyirsiniz? Siz telefon almağa gələndə bir həftə idi ki, işdən çıxmışdım. Satıcını əvəz edirdim. Əslində isə həmin mağazada telefon ustası və proqramçı işləyirəm. Aha. Yeri gəlmişkən telefonun necədir? Səni incitmir ki? Yox, incitmir, yaxşıdır. Çox gözəl. Söhbət üçün mənim telefonum və Sərhaddan başqa ortaq mövzumuz olmadığına görə deyəsən nə yazacağımı bilmirdi. Buna görə də növbəti mesajı gec gəldi. Ülkər, olar hərdən darıxanda yazıb həl-əhval tutum? İlk baxışdan sadə görünsə də bu mənim üçün olduqca çətin sual idi. Həyəcandan ürəyim titrədi. Sustuğumu görən oğlan bir qədər sonra növbəti narahat olmağına dəyməz. Yalnız iki mədəni insan kimi söhbət edəcəyik. Olarmı? Mesajı gəldi. İçimdəki həyəcanı boğa bilmədiyim üçün söhbəti bitirmək istəyirdim. Ona görə də çox düşünmədən olar yazdım. Çox sağ ol. Onda daha vaxtını almayım. Hələlik. Hələlik. WhatsApp-dan çıxıb telefonu çarpayının üstünə qoydum. Qəribə hallar keçirirdim. Mənə elə gəlirdi ki, bircə kəlmə olar sözünü yazmaqla Sənanı artıq öz həyatıma daxil etmişəm. Bu yaxşı idi, yoxsa pis? Hələ ki anlamaqda çətinlik çəkirdim. 6-cı hissə. Həmin yazışmadan keçən 5 gün mənə 5 ay kimi gəldi. Sənana belə tez alışmağım, onun üçün darıxmağım özümə də qəribə görünürdü. Düşünürdüm ki, biz qızların ürəyini ələ almaq heç də çətin şey deyilmiş. Mənim kimi evdə atadan, qardaşdan, sevgi nəvazişi görməyən qızların qəlbini əldə etmək isə daha asan idi. Biz mehriban davranır, bir neçə xoş söz, bir sevgi dolu baxış, vəssalam. İşlər tamamdır. 5 gün Sənanın mənə niyə yazmadığını düşünərək özümə dərd elədim. Hətta az qaldı inciyəm, küsəm. Özüm ona yaza bilməzdim. Buna qızlıq qürurum imkan vermirdi. Çünki qarşı cinsdən sevgi dilənəcək qədər eybəcər ya da xalam qızı könül kimi oğlan tam arzusu değildim. Bilirdim ki, qadına qadın edən bütün xüsusiyyətlərdə ətrafdakı qızların çoxundan üstünəm. Belə idisə, özümü Sənanın qarşısında niyə ucuz tutmalıydım? Yazmamağımın ikinci səbəbi isə nə müəllifi, nə də yazılma tarixi bilinməyən müqəddəs mentalitet kitabı ilə bağlı idi. Bu kitab da biz qızlara çox şey yasaq edilmişdi və onu oxuyub dərindən mənimsəyən oğlanlarımız onlara sevgisini ilk olaraq bildirən və ya atdıqları tora asanlıqla düşən qızları yüngül əxlaqlı hesab edirdilər. 5-ci günün axşamı Sənan özü mesaj yazaraq məni hədsiz sevindirdi. Qızların ən gözəlinə salamlar. Yataq otağında tək idim. Əynimdə həmin pəmbə rəngli pijama çarpayı üstə uzanıb yerimi rahatlayaraq dərhal cavab yazdım. Salam Sənan bəy. Komplimentə görə minnətdaram. Amma məncə şirdirsiniz. Ondan növbəti mesaj gəldi. Birincisi xahiş edirəm mənə bəy filan demə. Nəsə əcaib görünür. Eləcə adımı desən sevinərəm. İkincisi, sözlərimdə tam səmimiyəm. Heç nəyi şirdib eləmirəm. Sən həqiqətən qənirsiz gözəlsən. Bəlkə özün bunun fərqində deyilsən, amma mən hər şeyi yaxşı görürəm. Sən sadə geyinirsən. Məncə makyajdan da o qədər istifadə etmirsən.
Amma inan ki, ən dəbli geyimləri geyib özlərinə hər cür düzək verən qızlar belə səninlə müqayisədə sönük görünürlər. Həmin an yataq otağındakı çarpayımda uzansam da ruhən yerdə deyildim. Göylərdə uçurdum. Ağzım isə yumulmurdu. Növbət mesajı gülə-gülə yazdım. Doğrusu özümü belə bilmirdim. Bilmirdinsə bil, Sənan cavab verdi. Tez də mövzunu dəyişdi. Necəsən? Yaxşıyam, siz necəsiniz? Yazdım. Yenə siz, sən deməyənə kimi cavab verməyəcəm. Bunu yazmaq mənim üçün yaman əziyyət oldu. Yaxşı, sən necəsən? Hə, bax bu başqa məsələ. Şükür mən də yaxşıyam. Yaxşı ol. Söhbətimiz bu dəfə nisbətən uzun çəkdi. Sənan dərslərimlə maraqlandı. Öz işlərindən söhbət açdı və Könül otağa daxil olanda mən sağollaşmalı oldum. Ertəsi gün universitetdə olarkən Sənan yenə yazdı. Qısaca həl-əhval tutduq. O biri gün nədənsə ondan səs çıxmadı. Mən də yazmağa cəsarət etmədim və gecə mesajını gözləyə-gözləyə yuxuya getdim. Növbəti axşam bütün cəsarətimi toplayaraq özüm yazdım. Sənan, salam, hər şey yaxşıdır? Nədənsə mesajımın cavabsız qalacağını və ya soyuq cavab alacağımı düşünərək qorxu keçirirdim. Lakin düşündüyüm kimi olmadı. Sənan dərhal cavab verdi. Salam, gözəllər gözəli. Kaş ki, məni necə sevindirdiyini biləydin. Hə, hər şey yaxşıdır. Sadəcə başım bəzi vacib işlərə qarışmışdı. Sən necəsən? Bu yaraşıqlı və istiqanlı oğlanla davamlı WhatsApp əlaqəmiz beləcə başladı. Onunla gündə 2-3 dəfə yazışmaq həyatımın bir parçasına çevrilmişdi. Aramızdakı bu virtual ünsiyyət qurulmamışdan əvvəl dərsdən evə qayıtmağa sevinmirdim. Bu yaraşıqlı və istiqanlı oğlanla davamlı WhatsApp əlaqəmiz beləcə başladı. Onunla gündə 2-3 dəfə yazışmaq həyatımızın bir parçasına çevrilmişdi. Aramızdakı bu virtual ünsiyyət qurulmamışdan əvvəl dərsdən evə qayıtmağa sevinmirdim. Çünki xalamgilin mənzilində məni yaxşı heç nə gözləmirdi. Bilirdim ki, yenə Səfa dayının mənzilə doldurduğu siqaret üstüsündən boğula-boğula arvadı ilə davadalaşını eşidəcəm. Bir neçə ay əvvəl məni hamamda çılpaq görəndən sonra üz-üzə gəlmək istəmədiyim Sərhadla eyni süfrə arxasında oturub xalamın dadsız-duzsuz yeməklərini zorla mədəmə ötürəcəm. Ramilin sevgi dolu baxışlarından yenə allergiyam tutacaq. Yataq otağıma keçəndən sonra isə Könülün nadan, bayağı söhbətlərini ətim tökülə-tökülə dinləyəcəm. İndi isə artıq həyatımda Sənan vardı və onunla olan WhatsApp yazışmalarımız xalamgildəki cansıxıcı həyatıma rəng qatmışdı. Dərsdən evə qayıdanda axşam onunla yazışacağımızı düşünüb sevinç hissi keçirirdim. Sənanla münasibətimdə nəsə pis bir şey görmürdüm. Çünki sadəcə iki mədəni insan kimi söhbət edirdik. Aramızda nəinki qeyri-əxlaqi söhbətlər, heç sevgi, məhəbbət söhbəti də olmurdu. Buna baxmayaraq çalışırdım ki, onunla yazışmağımı kimsə bilməsin. Məni Ramil üçün götürmək istəyən xalam bundan duyuq düşsəydi, dərhal anamgilə xəbər verər, bu isə mənim üçün xoşagəlməz nəticələrə səbəb olardı. Kənanla tez-tez telefonda danışsaq da, atamla Etiqad nadir hallarda zəng vururdular. Atam əsasən Sərhadla danışır, mənim özümü necə aparmağımı ondan soruşurdu. Sərhad isə, xalamgildə özümü hədsiz narahat hiss etməyimin əsas səbəblərindən biri də onun bu evdəki varlığı idi. Vanna otağında bədənimi çılpaq görəndən sonra mənə münasibəti də dəyişmişdi. Üz-üzə gələndə gözləri parıldayırdı. Mənə elə gəlirdi ki, hər baxanda onun gözünə çılpaq görünürəm. Buna görə də hər dəfə xəcalətindən ölüb yerə girirdim. Atam məni ona tapşırdığı üçün hər gün nəsihətlər verir, geyimimə belə qarışırdı. Heç Könüllə bu qədər maraqlanmazdı. Hə, Könül demişkən, qızın başına gələn o çirkin əhvalatdan sonra bir dəfə onu məhəllədən bir qədər aralıda Lətifin avtomobilinə minən gördüm. Axşam bunu üzünə vuranda əvvəl boynunu almadı. Sonra isə çarəsiz qalaraq oğlanla davamlı cinsi əlaqədə olduqlarını, bakirəliyinin pozulduğunu etiraf etdi. Tutub saçlarını yolmaqdan özümü güclə saxladım. Əxlaqsızın biri əxlaqsız dedim. Deməli, Lətifin o gün ora başına oyun
Bax, orada başını açdıq oyundan xoşun gəlibmiş, hə? Pərt halda başını buladı. Sən nə danışırsan Ülkər? Onu görüm tikə-tikə doğransın. Bəs onda niyə əl çəkmirsən ondan? O məndən əl çəkmir deyə könül kövrəldi. Nə deyib əl çəkmir? Səninlə mənzilinə getdiyimiz gün əlaqəmizi videoya çəkdi. Sonra həmin videonu göstərib dedi ki, istədiyim vaxt mənimlə olmasan, görüntülərini yayacam. Xalam qızının bu sözləri ağlımı başımdan çıxardı. Deməli, o canavara oxşayan bir qeyrət səni şantaj edir? Hə, deyə könül birdən ağlamağa başladı. Məlahət xalaya deyək, o da Səfa dayıya desin, gedib polisə şikayət eləsin. Əli ilə gözlərinin yaşını silən xalam qızı, sənin başın xarabdır deyə heyrətləndi. Mamama nə deyəcək? İstəyirsən məni öldürsünlər? Lap desək də, atam Lətfi polisə verməz. Çünki onda sirr açılar, adım dillərə düşər. Haqlı idi. Nə deyəcəyimi bilməyib sustum və o məsələ eləcə qaldı. Könül yenə oğlan nə vaxt öz ehtirasını söndürmək istəsəydi, onunla görüşüb bədənini təslim edirdi. Bu nə zamana kimi belə davam edəcəkdi görəsən? Qıza yazığım gəlirdi. Şantaj sözü qulağımda çox qorxunc səslənməyə başlamışdı. Onu hər eşidəndə əsəb və qorxudan bədənim titrəyirdi. Sənanın həyatımda olması xalam qızının dərdini beynindən çıxartmağa kömək edirdi. Həyatımda baş verən ən əhəmiyyətsiz bir şeyi belə onunla bölüşürdüm. Özümə adi bir qələm və ya dodaq boyası almaqdan tutmuş, axşam yeməyində nə yediyimə qədər hər şeyi. Bəzən gecə yatağıma girəndən sonra da yazışırdıq. Könlünü soruşanda deyirdim ki, qrup yoldaşım Dərya ilə yazışıram. Bir dəfə Sənan söhbəti sevgidən saldı və utanıb sıxılsam da bu mövzuda fikirlərimizi bölüşdük. Yox, öz hisslərimiz barədə deyil, yalnız ümumən sevgi, məhəbbət barədə danışırdıq. Belə söhbətlər 10 günə qədər davam etdi və bir gecə sağollaşanda mənim "Gecən xeyrə qalsın" mesajıma cavab olaraq onun məndən alan mesajı gəldi. "Gecən xeyrə əzizim, səni çox sevirəm" və qırmızı ürək simaliki. Bunu Sənanın sevgi etirafı kimi qəbul etmək olardımı? Dəqiq bilmirdim, amma sevirəm sözü məni çox duyğulandırdı. Sevinç həyatımdan, sevinç həyəcanından özümü itirmişdim və bu səbəbdən çox gec cavab yazdım. Mən də səni. O gecədən sonra dəyişib başqa bir Ülkər oldum. İndi demək olar, hər an üzüm gülür, xalam gildə çəkdiyim sıxıntılar gözümə belə görünmürdü. May ayının ortalarında Sənanın təkidi ilə ilk dəfə görüşə çıxdıq. Yeni aldığım əynimə küp oturan tünd rəngli cins şalvar, ağ köynək və idman ayaqqabısı geyinmişdim. Şəhərin mərkəzinə gedib parkda gəzdik. Açıq havada çay içib doyunca söhbət etdik. Sənan gözlüyü bir an olsun məndən çəkmir, imkan olduqca bütün bədənimə nəzər salırdı. Hətta parkda yeriyərkən hiss etdim ki, mənə arxadan baxmaq üçün bilərəkdən qabağa buraxmağa çalışır. Açığını desəm, onun baxışlarından o qədər də narahat olmur, əksinə gizli həzz alırdım. Çünki mənə baxan başqası deyil, Sənan idi. Həm də bu baxışlar nə xalamgilin binası önündə qarşımı kəsən narkomanınki kimi qorxunc, nə də xalam oğlu Sərhadınki kimi ürək bulandıran deyildi. O gecə yenə WhatsAppda yazışırdıq. Sənan mənim gözəlliyimi tərifləməkdən doymur. Bugün sənin hər tərəfli gözəl olduğunu bir dəfə kəşf etdim deyirdi. Və o gündən sonra söhbətlərimizə intim çalarlar qatmağa başladı. Hələ ki bu mövzunun içində biz, Sənan və mən olaraq yox idik. Söhbət ümumi gedirdi və bu zaman dilə gətirilməsi eyib sayılan sözlərdən istifadə etmirdi. Amma nəhayət bu da oldu. Bakının hansısa rayonunda baş vermiş qətldən söhbət salmışdı. Bir kişi ilə qadının həmin qətlə səbəb olmuş cinsi əlaqəsindən yazanda mesajındakı tamamilə qeyri-etik, heç zaman dilimə gətirən və ya yaza bilməyəcəyim sözü görüb diksindim. WhatsAppdan çıxıb bir neçə dəqiqə gözlədim. Sənanı özümə doğma adam hesab edirdim. Lakin mənimlə söhbətində belə söz işlətməsi heç xoşuma gəlməmişdi. Çox utanırdım. Yenidən WhatsAppa girəndə yeni mesajın gəldiyini gördüm. Deyəsən incidin, bağışla. Bilmirəm necə oldu yazdım. Səndən gözləməzdim.
Xahiş edirəm, bir də belə olmasın. İstəmirəm gözümdən düşəsən deyə cavab verdim. Lakin hər bir şeyin ilk dəfəsi nə qədər çətin olsa da, nəticədə insan ona alışa bilirmiş. Bir neçə gün sonra Sənan həmin sözü bir də yazanda, təpkin birinci dəfəki kimi sərt olmadı. Üçüncü dəfə isə utandığımdan yanaqlarımın yanmasına baxmayaraq, irad bildirmədim. Bəli, sevdiyim oğlanın özünə də, sözünə də alışırdım. Günlərin bir günü yenə WhatsAppda yazışanda gecə saat 11-i ötmüşdü. Sənan birdən yataqdasan Ülker deyə soruşdu. Yataqda idim, ancaq bunu ona bildirməyə utanırdım. Ona görə də bir qədər geç cavab verdim. Hə, of, mən də. Onun bu mesajından sonra arada azı 5-6 dəqiqəlik fasilə yarandı və virtual pauzanın sonunda birinci Sənan yazdı. Kaş bu dəqiqə sənin yanında olaydım. Ürəyim elə şiddətlə döyünürdü ki, deyərdim bu saat sinəmi yarıb çıxacaq. Hətta məndən bir qədər aralı öz çarpayısında uzanıb kiminləsə yazışan könülün ürək döyüntülərinin səsini eşidə biləcəyindən ehtiyatlandım. Titrəyən barmaqlarımın sözümə baxmasa da bunu bir təhər yazıb göndərə bildim. Niyə? Səni bərk-bərk bağrıma basardım. Mənim yuxum gəlir, gecən xeyrə qalsın. Ülker, valla pis mənada demədim. Səni sevdiyim üçün içimdən gəldi. İncidin? Yox. Onda xeyrə qarşı. Bu Sənanın intim erotik söhbətləri konkret olaraq ikimizə şamil etməsinin başlanğıcı oldu. Həmin gecə inciyib küssəm də yavaş-yavaş buna da alışdım. İlk vaxtlar iki mədəni insan kimi söhbətə başlamağımız Sənanla münasibətin bu yerə addım-addım necə gəlib çıxdığını sizə anlamaqda məqsədim var. İstəyirəm 2-3 ay sonra kəndə gedəcəyim. O böyük qələti bağışlamağınızla heç olmasa məni biraz başa düşəsiniz. Universitetin birinci kursunu bitirərək 2 ay tətilində kəndə getdim. Bir neçə ay anamın yanında olub, dallı yeməklərindən yeyəcəyimə sevinsən də, sevdiyim oğlandan uzaq düşdüyümə kədərlənirdim. İndi deyəcəksiniz ki, onsuz da onunla tək bircə dəfə görüşmüşdün. Yalnız WhatsAppda söhbət edirdin. WhatsApp yarışması üçün yaxınla uzağın nə fərqi var? Orası elədir, amma Sənanla eyni şəhərdə olduğumu, eyni havanı utduğumu düşünəndə özümü çox rahat hiss edirdim. İndi isə ondan 450 kilometr uzaqda bir kənddə idim. Ailəmiz də qohum və qonşu da mənə xalam oğlu Ramilin deyiliklisi kimi baxır, tezliklə nişanlanacağımızı düşünürdülər. Sənandan kimsənin xəbəri yox idi. Kimsə bilmirdi ki, ürəyimi bu oğlana vermişəm və Ramillə nişanlanmağı ağlımın ucundan belə keçirtmirəm. Zeynəb mənimlə soyuq davranırdı. Səbəbini bilirsiniz. Qardaşı Fədainin arzusuna zidd olaraq universitetdə oxumaq üçün Bakıya getmişdim. Və bu xurafatçı oğlan o gündən əlini məndən üzmüşdü. Eşitdim ki, öz kəndlərində bir qızla nişanlanıb və bu yay toyları olacaq. Hələ toy olmamış nişanlısına başını bağlatdırmış, qarşısına bir dünya şərt qoymuşdu. Bunları eşidəndə o qıza həm yazığım gəldi, həm də yox. Yazığım gəldi ona görə ki, azaldığını Fədai kimi cahilə qurban verərək köləsi olmuşdu. Yazığım gəlmədi ona görə ki, bu onun öz seçimi idi. Bəzən düşünürdüm ki, bəlkə biz qadınlar yaranışdan beləyik və belə də olmalıyıq. Biz çoxlarının tez-tez dilə gətirdiyi qadın hüquqsuzluğunu deyirəm. Bəlkə də biz belə Tanrı tərəfindən hüquqsuz yaradılmışıq. Ya da bəlkə bu hüquqsuzluq sözünün qadınlara şamil edilməsinin özü kökündən səhvdir. Tanrı kişi ilə qadını yaradanda onlara tamamilə fərqli özəlliklər verib. Məsələn, kişi yanındakının ona güvənməsindən, özünü möhtac hiss edərək ona sığınmasından zövq alır. Qadın isə istəyir ki, kiməsə güvənsin, sığınsın. Bir-birinə tam əks düşüncələr deyilmi? Həm əksdir, həm də birləşdirici, tamamlayıcı. Eynən mənfi ilə müsbət zərrəcikləri kimi. Belə olmasaydı, bir kişi ilə bir qadın uzun müddətli yaxınlıq qura bilməzdi. Qrup yoldaşım Diananın qızlarımızla söhbətdə etdirdiklərini xatırlayırdım. Bilirsiniz, mən nə istəyirəm? İstəyirəm ki, məni sevən bir oğlan olsun. Mənimlə evlənsin, mənə sahib çıxsın. Məni dolandırsın, yaşatsın, arzularımı yerinə yetirsin. Belə olarsa,
Mənə nə şərtlər, nə qadağalar qoyursa qoysun, hamısını sevə-sevə qəbul edərəm. Əslində Diana tək deyildi. Qızlarımızın çoxu elə düşünürdü. Çoxu onun kimi, digərləri isə ona oxşar. Elə bilməyin ki, mən bu məsələdə tamam başqayam. Yox, mən də istəyirdi ki, sevdiyim oğlan, yəni Sənan yalnız məni sevməklə mənə sahib çıxsın. Hər şeydə ona güvənim, həyatımda arxa dayağım olsun. Ancaq hər şeyin bir həddi, bir nizamı var axı. Mən də insanam, mənim bir istəyim, arzum var. Arzularıma qadağa qoymaq, əlimi, ayağımı bağlamaq nə deməkdir? İnanın, ömrümün sonuna kimi tək qaldığımı bilsəm də, fədainin köləliyini qəbul etməzdim. Həm də tək onun yox, heç kimin. Kənddə hər gün Sənanla yazışır, bəzən səsini, bəzən də hətta görüntülü danışırdıq. Onun istəyi ilə həyətimizlə selfie etdiyim fotolarımı göndərirdim. Bir gün növbəti WhatsApp yazışmamızda məndən yarıçılpaq, yəni alt paltarımda fotomu istədi. Elə fotonu çəkib göndərsən, məni xoşbəxt edərsən, yazdı. Qəti etiraz etdim. Bunu ağlına belə gətirmə Sənan. Niyə axı, burada nə var? Biz özgə deyilik ki, bir-birimizi sevirik. Elə sevdiyimiz üçün olmaz. Sözündən belə çıxır ki, başqası istəsəydi göndərərdin. Belə danışaraq qəlbimi qırma. Başqasına heç çantamın fotosunu da çəkib göndərmərəm. Onda dediyimi çək, mənə göndər. Mən başqası deyiləm. Olmaz. Deməli, məni istəmirsən Ülkər. İstəsəydin arzumu yerinə yetirərdin. Arzun çox qəribə arzudur. Xeyr, məncə olduqca təbii arzudur. Mən səni elə görmək istəyirəm. Bütün gözəlliyinlə. Çox xahiş edirəm. Dedim ki, olmaz. İncidim səndən. Səni sevən birinin qəlbini qırdın. WhatsAppdan çıxdı və o gün nə də mən heç nə yazmadıq. Doğrusu, mən də ondan incimişdim. Sonraki iki gündə də Sənandan səs çıxmadı. Bilmirdim məndən həqiqətən inciyib, yoxsa uşaq kimi ərköyünü edir. Bir onu bilirdim ki, danışmağımız həmin 2 gün mənim üçün heç də asan keçmədi. İçimdə bir boşluq hiss edirdim, darıxırdım. Amma yenə də ona yazmaq istəmirdim. Gözləyirdim görək özü nə zaman yazacaq. Növbəti gün fədainin toyu idi. Bütün ailəmiz toyda iştirak etmək üçün yığışıb qonşu kəngə getdi. Hətta Zeynəb də uşaqlarını da özü ilə apardı və evdə tək qaldım. Sənan üçün darıxır, əlim heç bir şey yatmırdı. Yalnız otağımda o baş bu başa gəzirdim. Bu zaman şeytan məni yoldan çıxarmağa başladı. Etiqadgilin otağındakı iri bədənnüma güzgünün qarşısında yarıçılpaq fotomu çəkmək istədim. Yox, Sənana göndərmək üçün deyil, özüm üçün. Elə bu fotoda necə görünürəm deyə maraq məni bürümüşdü. Otağa keçərək güzgünün qarşısında dayandım. Əynimdə köhnə cins şalvarımla bəyaz köynək vardı. Müxtəlif pozalarda özümə baxıb razılıqla gülümsədim. Mənə bu gözəlliyi verən Tanrımdan yerlə göy qədər razı idim. Öz otağıma gedib orada soyundum. İndi əynimdə yalnız al-qırmızı tumanımla eyni rəngdə buzqalterim qalmışdı. Telefonumu götürüb yenidən Etiqadgilin otağına yollandım. Güzgünün önündə duraraq şıltaq bir pozada öndən fotomu çəkdim. Sonra arxaya çevrildim. Boynumu nazla əyib güzgüyə baxdım. Bu foto birincidən də gözəl alındı. Öz otağıma qaçıb tələsik geyindim. Çarpayda arxası uzanaraq çəkdiyim fotolara baxmağa başladım. Hər iki fotoda üzüm aydın düşmüşdü. Məndən çıxmayan iş. Fotolarımı ilk dəfədən bəyəndim. Necə də bəyənməyəydim. Boyum normal, əzalarım mütənasib, dərim ağ və hamar. Fotolara baxdıqca qəlbimə xoş bir həyəcan gəlirdi. Şeytanın isə deyəsən məni rahat buraxmaq fikri yox idi. Beynimə girərək elə hey pıçıldayırdı ki, bu fotoları sevdiyin oğlana göndərə bilərsən. Burada pis heç nə yoxdur. Bəlkə də bəzi qızlar mənimlə razılaşmır. Deyərlər, Ülkər xanım, öz xarakterini hamıya aid etmə. Amma hər halda mənim fikrimcə biz qadınlar bədənimizin naməhrəm yerləri açıqda qalanda təbii olaraq utansaq da, qəlbimizin dərinliyində bundan həzz alırıq. Necə olursa bir də gördüm artıq WhatsApp-a girmişəm. Sənanın profilindəyəm. Onlayn deyildi. 9 dəqiqə əvvəl çıxmışdı. İndicə çəkdiyim fotoları WhatsApp-a gətirdim.
Bircə düyməni basmaq kifayət idi ki, uçub Sənana getsinlər. Bunu düşünəndə bədənim xəfif həyəcan tər bürüdü. Dayanıb gözlədim. Elə bu vəziyyətdə də olmazın adrenalin duyğusu yaşayırdım. Düyməni basmağa cəsarətim çatmadı. WhatsApp-dan çıxıb telefonu kənara qoyaraq, dəlisən, nə etdiyinin fərqindəsən deyə özümü danladım. 20 dəqiqə kimi vaxt keçdi və həmin həyəcanlı həzzi yenidən yaşarmaq istədim. Fotoları WhatsApp-a gətirib barmağımı göndəriş düyməsinin üzərində saxlayaraq bir neçə dəqiqə belə gözlədim. Həyəcanın şiddətinə dözə bilməyəndə, of ya deyə ucadan səslənərək təkrar WhatsApp-dan çıxdım. Qalxıb biraz gəzinmək üçün həyətə indim. Lakin orada da 10 dəqiqədən artıq dayana bilmədim. Otağıma qayıdıb çarpayıda uzanaraq telefonu əlimə götürdüm. Bayaq keçirdiyim qəribə halı yenə yaşamaq istəyirdim. Fotoları WhatsApp-a gətirdim. Sənan yenə burada değildi. Barmağımı göndəriş düyməsinin üstündə saxlayıb içimdəki isti titrəyişin zövqünü yaşayırdım. Bu an birdən Sənanın profilə girdiyini gördüm. Özümü necə itirdimsə göndəriş düyməsini bastım. Fotolar uçub getdi və Sənan onları dərhal gördü. Özümü daha itirib, səncə qəşəngəm deyə yazdım. Mesajımı da oxudu, amma hələ heç nə yazmırdı. Birdən-birə etdiyim hərəkətə peşman oldum. Ürəyim yerində quş kimi çırpınırdı. Fotoları hər ikimiz üçün sildim. Sənanın nəyə görəsə WhatsApp-dan çıxması məni daha da narahat edirdi. Düşünürdüm ki, hərəkətimi bəyənməyib və bu səbəbdən məndən soyuyacaq. Lakin bir dəqiqə keçmədi ki, WhatsApp-a gedib mesaj göndərdi. Ay Allah, sən necə gözəlsən Ülkər. Bu dəqiqə nə halda olduğumu bilsəydin. Mesajın ardınca həmin fotoların sürətini göndərdi. Onları görəndə az qaldı dəli olam. Deməli, bir neçə saniyənin içində fürsət tapıb fotoları skrin eləyibmiş. Növbəti mesaj gəldi. Kaş bu dəqiqə yanında olaydım. Saçlarının ucundan tutmuş ayaq barmaqlarına kimi bütün bədənini öpüşlərə qərq etmək istəyirəm. Of, sən Bakıya nə zaman gələcəksən? Mən isə həmin an başqa şey düşündürürdü. Baxdınsa hər ikisini sil deyə narahat halda yazdım. Yox, silməyəcəm. Baxmaqla doymuram ki. Sənan, sənə qurban olum, sil, çox utanıram. Yaxşı, silərəm. Niyə narahat olursan axı? Mən sənə qarşı heç zaman namərdlik etmərəm. Bilirəm, amma yenə də yalvarıram, sil. Baş üstə, siləcəm. Bu mesajı məni biraz da rahatlaşdırdı. Amma halım hələ özümdə deyildi. Mən çıxıram, sonra danışarıq yazaraq WhatsApp-dan çıxdım. Həmin əhvalatdan sonra Sənan mənə sanki biraz da yaxın olmuşdu. Artıq əmin idim ki, ona vurulmuşam və o da məni sevir. Bu barədə hələlik anamgilə heç nə demək istəmirdim. Qorxurdum ki, xalamgilə aramızda ciddi narazılıq yaranar, bu səbəbdən evlərində qalmağım mümkün olmağına görə atam məni Bakıya buraxmaz. Bu isə mənim üçün ölümdən betər olardı. Həm Sənandan ayrı düşərdim, həm də universitetimdən. İkinci kursa yenidən xalamgillə qalmağı istəməsəm də buna qərar vermək mənim əlimdə deyildi. Düşünürdüm ki, başqa çarəm yoxdur. Universiteti bitirənə kimi o cansıxıcı, hətta əzablı həyata dözməliyəm. Sanki Tanrım yalvarışlarımı eşitmişdi. Ortaya birdən-birə elə məsələ çıxdı ki, istəyim mənim iştirakım olmadan yerinə yetdi. Həmin yay Əhəd əminin qızı Arzu Bakı Dövlət Universitetinə qəbul olmuşdu. Əhəd əmi atama qızının Bakıda qalması üçün qohum evinin olmadığını, buna görə kirayə mənzil tutacaqlarını bildirdi və xahiş etdi ki, kirayə tutulacaq mənzildə Arzu mənimlə birlikdə olsun. Atam dostunun sözünü yerə salmadı. Həm də sən demə, deyiliklimlə eyni mənzildə yaşamağım kişini narahat etməyə başlayıbmış. Düşünürmüş ki, Ramillə nişanlanandan sonra o evdə qalmağım kənddə söz-söhbətə səbəb ola bilər. Xalamgildən qurtulub azadlaşdığım üçün sevincimin həddi-hüdudu yox idi. 7-ci hissə. Yeni dərs ilinin başlanmasına bir həftə qalmış, keçirdiyi hansısa xəstəlikdən son vaxtlar yaman zəifləmiş Əhəd əmi qızı ilə məni rayon mərkəzinə gətirib avtobusla Bakıya yola saldı. Ayrılıq anında məni qucaqlayaraq dediklərini heç unutmaram. Dovşan balası, mən sənin ağlına, ismətinə qızımdan artıq inanıram. Sən olmasaydın Arzunu Bakıya tək buraxmazdım. Onu sənə tapşırıram.
Şəhərə alışana kimi gözün üstündə olsun. Bir kiçicik bacın kimi nəsihət elə, yol göstər. Arxayın ol, Əhəd əmi, dedim. Sərhad atamın tapşırığı ilə bizim üçün Yasamalda ayrı 300 manata bir otaqlı mənzil kirayə eləmişdi. Arzu ilə birlikdə Bakıya çatan kimi əvvəlcə xalamgilə getməli olduq. Sərhad bizi kirayə tutduğu mənzilə aparıb ev sahibəsi ilə tanış etdi. Mənzil köhnə 5 mərtəbəli binanın 3-cü mərtəbəsində idi. Divarların aboyu da, əşyalar da köhnə görünürdü. Lakin istənilən bir şeyin necəliyi ona hansısa gözlə baxmaqdan asılıdır. Mənzil xoşuma gəlmişdi. Çünki ona xalamgildən qurtulub azadlığa çıxmaq vasitəsi kimi baxır, burada sərbəst olacağımı düşünərək sevinirdim. İstədiyimi bişirib yeyəcək, istədiyim vaxt dərslərimi hazırlayacaq, istədiyim vaxt şəhərə çıxacaqdım. Ev sahibi Binnaz xanım 30 yaşlarında suyişirin bir qadın idi. Bizimlə çox mehriban danışırdı. Pul kartının kodunu və telefon nömrəsini mənə yazdırdı. Sonra birinci ay üçün Arzu ilə mənim hərəmizdən 150 manat alıb çantasına qoydu və mən özüm buradan uzaqda oluram dedi. Gəlib gedib sərbəstliyinizə mane olmayacağam. Şərtim isə yalnız budur ki, qonşularla problem çıxartmayın. Əşyalarla düzgün rəftar edin və kirayə haqqını hər ayın bu günündə kartıma köçürün. Sonra mənzilin açarlarını mənə verdi və üzümüzə şəfqətlə gülümsəyərək çıxıb getdi. Bayaqdan bir gözü nədənsə arzuda olan Sərhad getməmişdən qabaq mənə əfkana barmaq silkələdi. Bax, xala qızı, düşünmə ki, bizim evdən çıxmısan, istədiyini eləyə bilərsən. Mahmud dayı səni mənə tapşırıb. Gözüm həmişə üstündə olacaq. Tez-tez gəlib gedəcəm. Elə hərəkətlər eləmə ki, səninlə pozuluşaq. Arzu dolub durmuşdu. Deyəsən evlərindən ilk dəfə ayrılıb, şəhər mühütünə düşdüyünə görə narahat idi. Ona ürək-dirək verib hər şeyin yoluna düşəcəyini dedim. Axşam analarımızın evdən qoyduğu hazır xörəklərdən yeyərək, yorğun olduğumuz üçün tez yatdıq. Ertəsi gün yuymaq istəyəndə məlum oldu ki, vanna otağındakı su qızdırıcı işləmir. Xeyli tərəddüddən sonra ev sahibəsinə zəng vurub nədən utandığımı özüm də anlamadan bunu çəkingən halda ona bildirdim. Binnaz xanım, bağışlayın sizi narahat edirəm. Hamam qızdırıcısı işləmir, İşləmir, deyə qadın təəccübləndi. Yaxşı, mən bugün usta göndərərəm, gələr, baxar. Həmin gün heç kim gəlmədi və biz növbə ilə bir vedrə suyu mətbəxdəki qaz sobasında qızdıraraq yuyunmalı olduq. O biri gün orta yaşlı bir kişi gəldi. Qızdırıcıya baxıb başını bulayaraq, bunu təmir etməyin xeyri yoxdur, dəyişilməlidir, dedi. İndi biz nə edək, deyə aciz şəkildə boynumu vurdum. Nə edəcəksiniz, ev sahibinə deyin təzəsini alsın, gəlim dəyişim. Bunu dedi və getdi. Yeni qızdırıcı almağa yəqin ki, pulumuz çatmazdı. Həm də niyə biz, kirayəşin tələblər, kiminsə evinə qızdırıcı almalıyıq? Bunu düşünüb özümdə cəsarət toplayaraq yenidən Binnaz xanıma zəng vurdum. Üzr istəyirəm, sizi yenə narahat etməli oldum. Usta gəlib qızdırıcıya baxdı, dedi ki, bu düzəlməz, yenisi qoyulmalıdır. Qadının səsində bu dəfə əvvəlki həlimlikdən əsər yox idi. Ülkər, mən usta göndərdim, bundan artıq əlimdən heç nə gəlməz. Mənzili sizə vermişəm, nə problem olsa özünüz həll edin. İt qızı bunu deyərək telefonu qapadı. Onun davranışı məni əməlli başlı əsəbləşdirmişdi. Nə edəcəyimi bilmirdim, hələ bu harasıdır. Birazdan məlum oldu ki, paltaryan da işləmir. Oturub hönkür-hönkür ağlayacaqdım. Yalnız Arzunun yanında bunu etmək istəmədim. Sərhada zəng vuraraq kömək etməsini xahiş etdim. Çünki hamam qızdırıcılarının harada satıldığından xəbərsiz idim. Başqa vaxt yekə-yekə danışıb özünü mənim arxam dayağım kimi göstərən xalam oğlu dərhal gəlib problemi həll etmək əvəzinə mənə yalnız məsləhət verdi. İnternetə girib axtarış edin. İşlənmiş qızdırıcıları nisbətən ucuz satanlar olur. Sanki atam məni bu biqeyrətə tapşıranda yalnız namusumu tapşırmışdı. Çəkin günümdə dayaq olmayandan sonra nəyimə lazım idi belə qoxum? Bakıya gələndən Sənanla tək bir dəfə WhatsAppda yazışmışdıq. Kirayə mənzil tutduğumuzu biləndə demişdi ki, nə kömək lazım olsa bildirim. Onu belə işlərə qoşmaq istəmirdim, amma çarəsiz qalıb zəng vurdum. Bir neçə saat sonra yaşlı bir usta ilə gəldi. Kişi qızdırıcıya baxıb mənə müraciətlə. Qızım, tələbəsiniz, yenisini almaq sizə baha oturar, dedi. Bunu aparıb sexdə yaxşıca təmizləyərəm, düzəldərəm, yenisi kimi işləyər.
Gətirib yenə quraşdıranda 40 manat verərsiniz. Dərhal Arzu ilə baxışdıq. Hərəmizə 20 manat düşürdü. Bizim üçün az pul sayılmasa da, yenisinə çəkəcəyimiz xərcin yanında xeyli yüngül idi. Razılaşdıq. Usta qızdırıcını söküb aparanda Sənan da onunla getdi. Kişi ertəsi gün gəlib cihazı yerinə quraşdırdı. Yaxşı işləyirdi. Gedəndə bizdən pul götürmədi. Dünən məni gətirən oğlan ödəyib dedi. Sənana zəng vuraraq pulunu qaytaracağımı bildirdim. Sözüm xətrinə dəydi. Sevdiyim oğlanı daha artıq incitməmək üçün söhbəti uzatmadım. Özümün və Arzunun adından təşəkkür edərək sağollaşdım. Paltarıya maşın üçün özüm usta çağırdım. Gəldi. Problem o qədər də böyük deyilmiş. 30 manata məsələ həll olundu. Yəni hərəmiz 15 manat verməklə. Dərslərin başlanmasına bir neçə gün qalırdı. Arzunu 2 gün dalbadal universitetinə aparıb qaytardım. Yolu başa saldım. Yaxşı qız idi, sakit, az danışan, dürüst, sir saxlayan. Kimsənin özəl işinə baş qoşmaz, qeybəti sevməzdi. Yalnız hərdən partlayıb hansısa narazılığını birbaş üzə deməyi vardı. Hər halda bir otaq yoldaşı kimi xalam qızı könüllə müqayisədə xeyli üstün idi. Hər ikimiz bütün gücümüzü dərslərimizə vermişdik. Arzu təqaüd almaq və son aylar xəstəlik keçən atasını çox xərcə salmamaq üçün çalışıb çabalayırdı. Mənim də universitetdə işlərim yaxşı gedirdi. Qrupumuzun ən çalışqan, ictimai fəal tələbələrindən sayılırdım. Yoldaşlarım məni sevir və hörmətimi saxlayırdılar. Lakin keçən olduğu kimi yenə də ən yaxın rəfiqəm Dərya idi. Ürəyi Dərya qədər geniş olan qıvırcığım. Sənanla hər gün WhatsAppda yazışır, bəzən də evdə olanda səsli danışırdıq. Onunla sevgili olduğumuzu Arzu da bilirdi. Yəni Sənanla aramızda olan sevgi münasibətini ikimizdən savayı bilən Arzu idi. Bir də Dəryaya demişdim. Xalamgil isə bundan xəbərsiz Ramillə nişanlanacağımızdan danışırdılar. İstəyirdilər ki, bu dərs ilində nişan verilsin. Lakin mən etiraz edərək universiteti bitirənə kimi nişanlamaq barədə düşünmədiyimi deyirdim. Bir gün axşamüstü Sənan mesaj yazaraq bizə çay içməyə gələcəyini dedi və əlavə etdi ki, artıq yoldadır. Buraya qızdırıcı usta ilə gəldiyi həmin gündən 2 həftə keçmişdi. Onun yenidən görəcəyimə sevinsəm də, mənzil səliqəsiz halda olduğu üçün narahatlıq keçirdim. Cəld süfrəni silib təmizlədim. Mətbəx çanağına yığılmış bulaşıq qabları tələsik yudum. 2 nəfərlik çarpayının örtüyünü hamarlaya düzəltdim. Vanna otağında kiçik vannaya atdığım yuyulmamış paltarların üstünü dəsmalla örtdüm. Güzgünün qarşısına qaçıb saçlarımı əl gəzdirdim. Əynimdəki pijama təzə idi. Onu dəyişməyə ehtiyac görmədim. Sənanın yolda olduğunu eşidən Arzu da möhkəm ayağa düşmüşdü. Pəncərəyə tərəf qaçıb qurutmaq üçün asdığı şort tipli bəyaz tumanını götürdü. Aparıb yatağının altında gizlətdi. Əynində uzun müddət geyinməkdən süzülmüş lituz vardı. Onu çıxarıb təzə cins şalvarını geyindi. Pərakəndə halda səpələnmiş kitab dəftərlərini bir yerə topladı. Sənan gələndə o mətbəxdə idi. Qapını mən açdım. Əlində orta ölçülü tort qutusu tutmuş oğlan içəri girən kimi mənə əl uzatdı. Sonra əlimdən tutub özünə tərəf çəkərək yanağımdan öpdü. Bu tanışlığımız müddətində ondan aldığım ilk öpüş idi. Özümü itirib arxaya baxdım. Arzu mətbəxdən çıxmamışdı. Orada çay hazırlayırdı. Başımı silkələyərək neynirsən dedim. Sənan gülümsədi. Mətbəxə keçdik. Əlindəki tortu masanın üstə qoyub mənzil yoldaşımla salamlaşdı. Salam Arzu, necəsən? Çox sağ olun, yaxşıyam. Qız utancaq halda cavab verdi. Qonağımı masa arxasına dəvət edib tortu göstərərək niyə zəhmət çəkirdin axı dedim. Əslində isə düşünürdüm ki, yaxşı eləyib alım. Çünki çayla içməyə qəhddən başqa heç nəyimiz yox idi. Mən də masanın arxasına keçdim, söhbət etməyə başladıq. Sənan mənzilə necə alışmağımızla maraqlandı. Problem olmadığımı soruşdu. Biz söhbət etdiyimiz müddətdə Arzu tortu götürüb kəsdi. Kiçik boşqablarda hərəmizin qarşısına bir dilim qoyaraq, çay 5 dəqiqəyə dəmlənər, özün süzərsən, mən dərsimi oxuyacam deyib mətbəxdən çıxdım. Onu saxlamağa cəhd göstərmədim. Sevgilimlə tək qalmaq istəyirdim. Onunla sadəcə üz-üzə oturub söhbət etmək mənə olmazın həzz və xoş həyəcan verirdi. İçimdə yalnız bircə narahatlığım vardı. Görəsən yaxşı görünürəmmi? Arada durub vanna otağına getdim. Güzgüdə özümə baxıb, görünüşümdən razı qalaraq məmnunluqla qayıtdım. Çayı stəkanlara süzəndə Sənan birdən ayağa qalxıb məni arxadan qucaqladı.
Çiyinlərimdən yapışaraq bütün bədənini mənə söykəmişdi. Oğlanın o an keçirdiyi ehtirası vücudumda hiss edəndə titrədim. Çaydan az qaldı əlimdən düşsün. Onu masanın üstünə qoyub hövlanaq geri çevrildim və bu dəfə sinələrimiz bir-birinə toxundu. "Nə edirsən, ayıbdır," deyə dartındım. Həmin an qollarımdan tutaraq məni biraz da özünə çəkdi. "Niyə ayıbdır, dəli? Səni sevirəm," deyərək isti dodaqlarını dodaqlarıma toxundurdu. Bu elə bir şey idi ki, sözlə təsəvvür edə bilməyəcəm. Aldığım cəmi 1-2 saniyəlik qeyri-adi təmasdan ürəyim çırpındı. Bütün gücümü toplayaraq sinəsindən itələdim. Bir addım geri çəkildi. Sinəsini çılğıncasına yumrulayaraq ağlar bir səslə Arzunun eşidəcəyindən qorxduğum üçün lap astadan "Vicdansız, al," dedim. Sonra stolda oturub əllərimlə üzümü qapadım. Mən belə bir şey istəmirdim və Sənandan da gözləmirdim. Düzdür, ona yarıçılpaq fotolarımı göndərmişdim. Aramız sevgililər üçün normal sayıla biləcəyindən açıq idi. Sənan WhatsApp mesajlarında mənə hər şeyə deyə bilirdi və mən istəməsəm də qəbul edirdim. Amma indiki bu hərəkətini qəbul edə bilməzdim. Yaxınlaşıb mənə tərəf əyilərək pıçıldadım. "Özünü elə aparırsan, sanki özgəyik." Ona yalnız bir qədər sakitləşəndən sonra cavab verdim. Birdən Arzu gəlib görsəydi, görsün də məgər o sevgimizdən xəbərsizdir. Xəbərsiz deyil, amma birdən hardasa danışdı, xəbər gedib atamgilə çıxdı. Bilirsən heç onda başıma nələr gələ bilər? Əslində həyəcandan başımı itirib dediyim bu sözlər həqiqəti əks etdirmirdi. Yəni məni öpməyinə etiraz etməyim Arzunun görə biləcəyindən görə deyildi. Bu etiraz içimdən gəlmişdi. Belə bir şeyi özüm istəmirdim. Mənə elə gəlirdi ki, əxlaqsız hərəkət etmişəm. Arzu isə həqiqətən sir saxlamağı bacaran qız idi. Yanında baş kəssəydin, sirrin kənara çıxmazdı. "Deməli Arzu burada olmasaydı icazə verəcəkdin?" Sənan bic-bic gülümsədi. "Yox." Bunu sərt ahənglə dedim və birdən ayağa qalxaraq yataq otağına getdim. Arzu çarpayının bir kənarında oturub kitab oxuyurdu. "Sən niyə bizimlə çay içməyə qalmadın?" Yalançı məzəmmətlə soruşdum. "Siz için, mən dərs oxuyuram," dedi. "Dur gəl sən də bizimlə otur." "Yox, istəmirəm." "Sən Əhəd əminin canı, dur gəl." Arzu bu sözdən keçə bilməyib nazla ayağa qalxdı. Birlikdə mətbəxə keçdik. Onun üçün də tort kəsib çay süzdüm. Nə yaxşı ki, 3 stəkanımız vardı. Kənddən gələndə birini mən, ikisini Arzu gətirmişdi. Birlikdə çay içə-içə söhbət etdik. Sənan özünü məndən incik kimi aparırdı. Daha çox Arzu ilə söhbət etdi. Qızın dərsləri ilə maraqlandı. Təxminən yarım saatdan sonra isə qalxıb ümumi sağollaşaraq getdi. Gecə yatağa girəndə Sənanın məni arxadan qucaqlamasını, sonra sinəsinə sıxıb dodağımdan öpməsini gözlərimin önünə gətirdim. Buna öpüşmək demək olmazdı. Sadəcə dodaqlarımız toxunmuşdu. Yəni o məni öpmüşdü, amma elə bunun özü də kiçik məsələ değildi. Hətta bir an mənə elə gəldi ki, həyatımın pak və şıltaq qız uşağı dövrü bugün bitib. Bunu düşünəndə "Sən nə etdin Sənan?" deyə öz-özümə kədərlə pıçıldadım. Bir dəqiqə sonra isə oğlanın sinəsini necə yumruqladığımı xatırlayaraq ürəkdən gülümsəyirdim. Həmin əhvalatdan 5-6 gün sonra axşama yaxın Sənan yenə gəldi. Bu dəfə özü ilə meyvəli biskvit gətirmişdi. Qapının üzünü açıb içəri dəvət edəndə yenə yanağımdan öpdü. O günkü hərəkəti ilə müqayisədə bunu adi şey saydığım üçün heç bir təpki göstərmədim. Mətbəxə keçdik. Arzu onun salamını alıb necəsən sualına təşəkkür bildirdi və dərslərimə baxmalıyam deyərək otağa getdi. Nədənsə bu dəfə ona bizimlə qalmağı təklif etmədim. Özüm çay dəmləyib biskviti doğradım. Oturub çay içərək söhbət etdik. Sənanın alıcı baxışları az qala vücudumu yararaq içmə nüfuz edirdi. Stəkanlarımıza ikinci və çay süzmək üçün ayağa qalxanda ürəyim keçirdiyim həyəcandan çırpınmağa başladı və bir neçə saniyə sonra ağlıma gələn oldu. Sənan ayağa qalxıb məni arxadan hərarətlə qucaqladı. Bu adi bir qucaqlama değildi. Ehtirasın gücündən az qala ağlını itirmiş oğlan məni bütün gücü ilə özünə sıxaraq sinəmə atmışdı. Onun bu halı məni də tamam özümdən aldı. Etiraz edə bilmədim. Bircə qorxum Arzu sarıdan idi. Gəlib bizi bu vəziyyətdə görsəydi, sonradan uzun müddət üzünə baxmağa utanardım. Çətinliklə də olsa Sənana tərəf çevirə bildim və elə həmin an dodaqlarımız bir-birinə qovuşdu. O nə idi, gözəl tanrım?
Mən harada idim? Ruhum niyə bədənimdə deyildi? Yəni ölmüşdümmü? Əgər ölmək ruhun bu şəkildə bədəni tərk edib göylərə uçması idisə, onda necə gözəl bir şey imiş. Və bir dəqiqədən artıq çəkdi. Qonşu otaqdan gələn kəskin taqqıltı məni diksindirib ruhumu özümə qaytarmasaydı, hələ yəqin ki, lap çox çəkəcəkdi. Silkələnib Sənandan ayrılaraq təlaşla qapıya baxdım. Sakitlik idi. Yəqin Arzu otaqda nəyəsə toxunub aşırmışdı. İkimiz də tənginəfəs halda bir-birimizə baxırdıq. Deməyə söz tapmırdıq və bu məqamda nəsə deməyə ehtiyac da yox idi. Çünki aramızda az əvvəl baş vermiş, o iş özlüyündə hər şeyi aydınca demişdi. Biz artıq bir-birimizə məxsus idik. Tamamilə özümə gələndən, ağlım başıma qayıdandan sonra elə utanırdım ki, stolda oturub başımı aşağı dikərək Sənandan çıxıb getməsini xahiş edim. O da məni anladı. Səni dünyalar qədər sevirəm deyərək saçlarımdan öpdü və mənzili tərk edərək getdi. Onu yola salmaq üçün qalxmağa halım yox idi. Bir dəqiqə sonra Arzu mətbəxə daxil oldu. Nə qədər üzə vurmamağa çalışsa da məni süzən oğrun baxışlarındakı mənanı gizlədə bilmirdi. Niyə tez getdi deyə soruşdu. Heç dedim, işi vardı. Hə? O gecə soyunub yatağıma girəndən sonra Sənandan mesaj gəldi. Salam kəlamsız, səni istəyirəm yazaraq arxasınca alov smayliki qoymuşdu. Ondan mənimlə olmaq istəməsi barədə əvvəllər də ilhamlı sözlər eşitmişdim. Lakin indiyə kimi istiləndiyim olmamışdı. Nə qədər düşünsəm də deməyə söz tapmadım və mesajını cavabsız qoyaraq telefonu söndürdüm. Ertəsi gün isə ondan acizanə xahiş etdim ki, daha bizə gəlməsin. O mənzildə olarkən Sərhad, Ramil, xalam, hətta atam və qardaşlarım xəbərsiz gəlib çıxa bilərdilər. Mənimlə razılaşmağa məcbur oldu, amma öpüşməsindən sonra xeyli dəyişmişdi. İndi mənimlə təklikdə görüşməyi israrla xahiş edirdi. Hətta bir dəfə yazışmamızda istəyini çılpaq şəkildə bildirdi. Ülkər, sənə qurban olum, axı burada nə var ki? Biz bir-birimizi sevirik, evlənəcəyik. Bir dəfə Arzu dərsə gedəndə sən getmə, mənzildə qal, yanına gəlim. Ya da bir dostumun boş mənzili var. Bir axşam gəlim səni oraya aparım. Yox dedim. Evlənməmişdən qabağa elə şeyi ağlına gətirmə. Qızın öz bakirəliyini nikahdan əvvəl hətta sevdiyi oğlana belə qurban verməsi bizim kitabımızda yoxdur. Atamgilin xəbər tuta biləcəyini kənara qoyuram. Şəxsən özüm elə bir şeyə razı olmaram. Söz verirəm, bakirəliyinə toxunmayacam. Bunu heç özüm də istəmərəm. Çünki sonra birdən başıma bir iş gələr, ölərəm. Sən çətin vəziyyətdə qalarsan. Yəni heç narahat olma. Namərd biri deyiləm. Nə olar, məni qırma, gəl. Görüşək. Mənə göndərdiyin ikinci şəklim var ha. Ona hər baxanda alışıb yanıram. Ehtirasdan yanıb qovulan Sənanın məndən nə istədiyini anlayanda özümü olduqca narahat hiss etdim. Yox Sənan, elə şey heç ola bilməz. Niyə axı? Çünki bu sevgi deyil. Sən məni aşkar qorxudursan. Yanılırsan Ülüş. Bu elə əsl sevgidir. Səni o cür istəməyim yalnız sənə olan sevgimin coşqunluğundan qaynaqlanır. Yox, bunu qəbul edə bilmərəm. Məni doğrudan sevirsənsə, bir də belə təklifə müraciət etmə. Evlənərik, ondan sonra mən onsuz da sənin olacam. Nə istəsən etiraz etməyəcəm. Yaxşı, bəs evlənənə kimi mən necə dözüm? Sevirsənsə dözməlisən. Vallahi səni sevirəm, amma belə görünür ki, sən məni sevmirsən. Yoxsa bu qədər təsliy etməzdin. Əksinə Sənan, elə səni sevdiyim üçün etiraz edirəm. Nə demək istəyirsən? Yəni sevmədiyin birinin bu cür təklifinə etiraz etməzdin? Sənan, sən məni anlamırsan. Həm də qəlbimi qırırsan. Xahiş edirəm, qutaraq bu söhbəti. O yazışmadan sonra bir müddət az-az əlaqə saxladıq. Sənan daha bizə gəlmirdi. Onunla parkda görüşmək istəyirdim, amma bu da mümkün olmurdu. Çünki o istirahət günləri də işləyirdi. Beləliklə, Binnaz xanımın evində qaldığım 3 ayda Sənanla cəmi 3 dəfə üz-üzə görüşdük. 2 dəfəsini artıq bilirsiniz. O özü axşam saatlarında mənzilimizə gəlmişdi. 3-cü dəfə isə telefonumda problem vardı. Dərsdən çıxanda işlətdiyim mağazaya getdim, 5 dəqiqəyə düzəldib verdi. 1 saata yaxın yanında oturdum, söhbətləşdik. Mağazada başqa işçilər də vardı və Sənan məni öpməyə imkan tapa bilmədiyi üçün dilxor idi. Etiraf edim ki, Sənan üçün çox darıxır. Bu səbəbdən son vaxtlar mesajı ilk olaraq özüm yazırdım. O isə mağazada işi başından açdığına görə tez-tez yaza bilmirdi.
8-ci hissə. Noyabrın axır günlərindən biri idi. Dərsdən qaydanda qapını üzümə açan Arzu gözümə bir təhər dəydi. Baxışlarını məndən qaçırmağa çalışırdı. Ağlıma pis bir şey gəlmədiyi üçün bunu o qədər də əhəmiyyət vermədim. Paltarımı dəyişdim, özümə yemək hazırlayıb yedim. Dincəlmək üçün divana uzananda telefonunu əlində tutmuş Arzu mənə yaxınlaşaraq pərt halda "Ülkər, mənim telefon nömrəmi sən ana niyə vermirsən?" deyə soruşdu. Dərhal dikəlib oturdum. "Sənin nömrəni ona niyə verməliyəm ki? Nəsə olub?" "Dərsdə olanda sən andan mesaj gəldi" deyərək telefonu mənə uzatdı. Cəld alıb baxdım. Mesajlar açıq nömrədən gəlmişdi və bu nömrə Sənana məxsus idi. "Salam Arzu, necəsən? Sənandır yazan." Mesaja cavab verilmədiyi üçün 15 dəqiqə sonra ikincisi gəlmişdi. "Xahiş edirəm sənə yazdığımı Ülkər bilməsin. Səninlə vacib söhbətim var." Bu da cavabsız qalmışdı. Arzunun nömrəsini o hardan əldə edə bilərdi? Əlbəttə, telefonumu təmir etmək üçün ona verəndə götürübmüş. Əsəbdən əl-ayağım əsdi. Xəcalətimdən başımı qaldırıb mənzil yoldaşımın üzünə baxa bilmirdim. Amma nəsə deməli idim. Nömrəmin necə əldə edilməsinin üstündən keçərək qurumuş dodaqlarımı yalayıb dilləndim. "Bəlkə mənimlə bağlı səndən nəsə öyrənmək istəyir? Niyə elə etməlidir ki?" Arzu kifayət qədər ciddi və narazı ahənglə cavab verdi. "Bilmirəm, cavab yaz görək nə deyəcək." "Yox, mən ona heç nə yazmaq istəmirəm." "Çox xahiş edirəm Arzu, mənim xətrimə yaz." "Yaxşı, sənin xətrinə yazaram. Nə yazım?" Yanımda oturub mənim diktəmlə yazmağa başladı. "Salam, yaxşıyam. Siz necəsiniz? Bağışlayın, mesajınızı oxuyanda dərsdə idim, cavab yaza bilmədim. İndi yoldayam. Buyurun, mənə nə deyəcəydiniz?" 4 dəqiqə sonra oğlandan gələn mesaj qəlbimə xəncər kimi saplanıb içimi alqana döndərdi. "Səni ilk görəndən həm gözəlliyini, həm də xasiyyətini çox bəyənmişəm. Sabah sən dərsdən çıxanda imkan tapıb görüşə bilərik. Fikrimi sənə üz-üzə daha aydın izah edə bilərəm." Mən Arzudan utanırdım, Arzu da məndən. Pörtmüş halda baxışlarımızı kənara tuşlayaraq susurduq. Birinci Arzu dilləndi. "İndi buna nə yazım Ülkər? Mənim ürəyimdən ən ağır söyüşlər yazıb bloka atmaq keçir. Nə deyirsən?" Beynimdəki uğultudan qızın səsini güclə eşitdim. Çənəmin titrəməsini dişlərimin bir-birinə toxunub şaqqıldamağından bildim və onları bir-birinə möhkəm sıxdım ki, səs çıxarmasın. Damarlarımda qanım donmağa başladığı üçün barmaqlarım uyuşurdu. Qalxıb buradan uzaqlara qaçmaq istəsəm də alınmadı. Hansısa məchul qüvvə məni divana basıb saxlamışdı. Deməli, Sənan məndən soyumuş və məni Arzuya dəyişmək qərarına gəlmişdi. Bunu düşünmək belə qürurumu əzib tökür, ruhuma olmazın işgəncə verirdi. O alçağı məndən soymasının, aldadıb özünə bağlayandan sonra birdən-birə atmasının səbəbini bilmək istəyirdim. Özü də elə həmin an. Lakin bu mümkün değildi. Çünki Sənandan xəyanətinin səbəbini soruşmaqla qarşısında alçalmayacaqdım. Yox, əsla. Ona imkan verməyəcəkdim ki, keyfi istədiyinə görə mən atdığını düşünərək bunun qürurunu yaşasın. Arzu dayanıb məndən nəsə cavab gözləyirdi. Bu zaman telefonuma Sənandan növbəti mesaj gəldi. "Nə çox fikirləşsin Arzu, sabah görüşək, əmin edirəm ki, peşman olmayacaqsan. Nə sabah, nə də bütün ömrümüz boyu." "Mənim daha səbrim daşır Ülkər." Qız əsəbi səslə dilləndi. "Artıq bir qərara gəlmişdim. Deyəcəklərimi olduğu kimi yaz və sonra bloka at" dedim. Yenə diktə etdiklərimi kəlmə-kəlmə yazmağa başladım. Mənə yazdığınızı Ülkərə deməyəcəm. Heç istəsəm də deyə bilmərəm. Ancaq bir daha adımı belə dilinizə gətirməyin. Yazıb bitirdi, göndərdi və oğlanın nömrəsini blokladı. Sonra qalxıb mətbəxə getdi. Yəqin ki, mənə ağır dərdimlə baş-başa qoymaq istəyirdi. Mən də divandan durdum, başım ərlənirdi. Özümü güclə çarpayıya yetirib üzü üstə uzandım və yastığımı qucaqlayaraq için-için ağlamağa başladım. Məni zəiflikdə qınamayın. Həyatımın çətinliklərini görməmiş 19 yaşlı zərif bir qız qəfil aldığı psixi travmaya necə rahatlıqla dözə bilərdi? Mən isə 2 ağır zərbəni birdən almışdım. Sevdiyim, onunla bağlı xoş xəyallar qurduğum insanı itirmişdim və üstəlik qürurum insafsızcasına, amansızcasına tapdalanmışdı. Bəli, mən onu 1 il əvvəlki müharibədə itirməmişdim.
Amma kaş elə olaydı. Kaş sevdiyim oğlanın vətən uğrunda şəhid olduğunu eşidib bayrağımıza sarılmış qapalı tabutu üstündə saçlarımı yolaydım. Dərdini sinəmə bağlayıb ömrümün sonuna kimi onun sevgisi ilə yaşayar, başqasına yaxın belə buraxmazdım. Lakin Sənan nə şəhid olmuş, nə də qəzada həyatını itirmiş, məni gərəksiz əşya kimi kənara ataraq həyatımdan getmişdi. Onun məndən soymasının səbəblərini axtardım. Bəlkə yayda kətdən göndərdiyim o iki yarıçılpaq fotolarla bağlı idi bu. Bəlkə məni bəyənməmişdi. Yox. Fotoları alandan sonra neçə ay ağzının suyu yazdığı mesajlara tökülürdü. Hamısını deyib sizi yormaq istəməmişəm. Amma nələr yazmışdı onda? Ya da bəlkə o fotoları göndərəndən sonra yüngül əxlaqlı biri kimi gözündən düşmüşdüm. Hə, bu ola bilərdi. Allah öldürsün məni. Mən o fotoları Sənanın öz təkidi ilə onu sevdiyim üçün göndərsəm də, o bundan başqa nəticə çıxara bilərdi. Yaxşı, əgər belədirsə, ona bədənini göstərən biri ilə ailə qurmağı kişilik qüruruna sığışdırmırdısa, onda niyə mənim kimi gözəl qızdan istifadə etməyə çalışmadı? Yəni, belə qeyrətli oğlandır. Yox Ülkər xanım, yox. O fotolardan və öpüşmədən sonra səninlə təklikdə görüşüb bədəninə sahib olmaq üçün yalvaran o deyildimi? Yalnız sən yalvarışlarına, təkidlərinə baxmayaraq onunla eyni yataqda girməyi rədd edirdin. Həm də Sənan qeyrətli filan deyildi. Ona qeyrətli demək müharibədə şəhid olan oğullarımızın ruhunu, qazilərimizin qəlbini incitmək olardı. Axı o necə qeyrətli oğul ola bilərdi ki, məndən soyması barədə özümə heç nə demədən mənzil yoldaşıma mesaj yazırdı və onu gizli görüşə dəvət edirdi. Nə qədər belə üzüstə uzandığımı bilmirdim. Bəlkə də 2 saat keçmişdi. Arzu otağa daxil olaraq işığı söndürdü. Soyunub yerinə girdi və yalnız bundan sonra kədərli səslə "Ülüş, qurban olum. O alçağın hərəkətini bu qədər ürəyinə salma. Dur soyun yat" dedim. Cavab verməyə halım olmasa da özümü Arzuya aciz göstərmək istəmirdim. Qalxıb pijamamı geyindim, yatağıma girib arxamı qıza çevirərək yorğanı başıma çəkdim. Amma o gecənin səhərinə kimi diri gözlə açdım. Fikirləşməkdən beynimi çalxalayırdı. Sənana olan sevgim tamamilə yoxa çıxaraq yerini amansız nifrətə vermişdi. Onun qadın sifəti kimi zərif sifətindən də, xatirimdə qalmış düşkün baxışlarından da, qulaqlarımda cingildiyən incə səsindən də iyrənirdim. Bəli, iyrənirdim. Arzu barədə düşünməyə başladım. Vicdansız Sənan məni bu qıza dəyişmişdi. Axın onun nəyi məndən artıq idi? Vallahi da, billahi da heç nəyi. Kaş ikimiz də yanaşı görmüş olsaydınız, onda özünüz mənə haqq qazandırardınız. Mənim boyum 167-dir. Arzununki 160. Mənim dərim zərif, təmiz və hamardır. Onunki az da olsa tüklü, mənim saçlarım ipək kimi yumşaqdır. Onunki cod. Elə üz cizgilərimin də bu qızınkindən cəzibədardır. Gözlərim, burnum, dodaqlarım. İndi deyəcəksiniz ki, özümdən çox razıyam. Amma vallahi yox. Arzu özü də mənim gözəlliyimi dəfələrlə üzümə deyib. Axı o şərəfdən uzaq nadürüz. Bu qızda nə görmüşdü ki, o məndə yox idi. İnanın, mən Arzuya heç də pis qız demirəm. Tanıdığım çox qızdan çox şeydə üstündür. Elə görünüşü də, xasiyyəti də. İnsafla düşünəndə də bu məsələdə heç bir günahı yox idi. Sənan mənzilimizə gələndə mətbəxdə otururduq. Arzu isə çay dəmləyən kimi tək otağımıza keçib oradan çıxmırdı. Yalnız təklikdə dəvət edəndə bir dəfə gəlib bizimlə çay içmişdi. Bunlar öz yerində, amma mən artıq Arzunu da görmək istəmirdim. Hətta içimdə ona qarşı da iyrənməyə bənzər bir hiss yaranmışdı. Səbəbini isə anlamaq mənim üçün olduqca çətin idi. Bəlkə ona görə ki, qürurumun tapdanıb əzilməsini şahidi və günahsız da olsa iştirakçısı idi. Ya da bəlkə qadın qısqanclığından doğduğu bu hiss deyə bilməyəcəm. Səhər Arzu vaxtında durub səhər yeməyini yeyərək dərsə yollandı. Mənim isə həmin gün universitetə getmək fikrim yox idi. Yatağımdan çox gec qalxdım. Güzgüdə özümə baxanda az qala qorxdum. Gözlərim şişib qızarmışdı. Bütün gücümü, iradəmi köməyə çağıraraq özümü toparlamağa çalışırdım. Duş qəbul edib çay içdim.
Gözləyirdim ki, Sənan yazsın. Mən də ona xoş cavab verib, namərdliyindən xəbərdar olduğumu bilməsin. Amma əzraqdan səs çıxmırdı. Gözləməyə səbrim çatmadı. Günorta özüm ona yazdım. Salam canım, necəsən? Canı çıxmışa son zamanlar canım deməyə başlamışdım. O özü isə mənə çoxdan belə müraciət edirdi. Salam canım Ülkərim, yaxşıyam, sən necəsən? Elə indi sənə yazacaqdım. Hiss olunur ki, yazmağıma sevinim. Yəqin qorxurmuş ki, Ərzu hər şeyi açıb mənə danışar. Virtual gülümsədim. Ürəklərimiz eynidir də. Hə, deyə Sənan da ürəklərimizin eyni olduğunu təsdiq etdi. Nə edirsən? İşləyəm, sənin üçün yaman darıxıram. Ürəyimdə yalansa belin sınsın desəm də mesajda başqa şey yazdım. Mən də yaman darıxıram. İmkan tapıb görüşək, yaxşı olar. Parkda gəzib söhbət edərik. Ömründə ilk dəfə idi ki, kiməsə ağ yalan deyir, ikiyüzlülük edirdim. Ancaq nədənsə Sənan kimlərə elə bu cür də lazım idi. Hə, mütləq, bu günlərdə vaxt tapıb görüşərik Ülkərim. İndi dərsliyəm, yaza bilmirəm. Sonra danışarıq. Hələlik canım. WhatsAppdan çıxıb telefonu divanın üstünə atanda keçirdiyim gərginlikdən tərləmişdim. Yalan demək, düşüncələrini gizlədib tamam başqa şeylərdən danışmaq necə də əzablı iş imiş. Sənan da daxil olmaqla bir çox tanıdıqlarım bunu necə asanlıqla bacarırdılar anlaya bilmirdim. Daha bir neçə gün beləcə yazışdıq. Gah birinci o yazırdı, gah mən. Görüş üçün nəzərdə tutduğumuz bazar günü gəlib çatdı. Yasamal parkında görüşdük. Bu görüşə gəlməkdə xüsusi məqsədim vardı və üst başıma yaxşıca əl gəzdirmişdim. Əynimdə mavi cins şalvar, qara kofta, mənə yaxşı yaraşan qaymaq rəngli yarım palto, başımda paltomla həmrəng beretka vardı. Elə diktaban çəkmələrim də paltoma uyğun südlü qəhvə rəngində idi. Sənanın alıcı gözləri məndə qalmışdı. Parkda gəzəndə də, kafedə çay içəndə də hey gülürdüm. Bunu bacardığım özümə də qəribə gəlirdi. Bəlkə yanımdakı oğlana nifrətimdən doğurdu bu gülüş, deyə bilmərəm. Sənan əhvalımın belə şən olmasının səbəbini soruşanda, nə bilim, dünəndən nəsə keyfim göylərdə gedir, dedim. Kafedə çay içərkən gizli planımın növbəti hissəsini həyata keçirmək üçün həyəcanımı bir daha boğmalı oldum. Yalandan gülümsəyərək, dünən bir oğlan Instagram səhifəmə yazmışdı, dedim. Sənan dərhal tutuldu. Kim? Nə yazmışdı? Çox şey. Oxuduqca gülməkdən ölürdüm. Sən demə bir ay əvvəl bacısını götürmək üçün universitetin önünə gəlib, məni də ilk dəfə orada görüb. İndi bir aydır hər gün işini gücünü ataraq məni görməyə gəlirmiş. Axır nəhayət ki, dünən yazmağa cəsarət edib. Sən nə dedin? Bloka atdın? Yox, başımı nazla yerlədim. Niyə bloka atmalıydım? Nəsə tərbiyəsiz bir söz deməmişdi ki. Telefonumu açıb qardaşım Kənanın hərbi geyimdə ayaq üstə çəkdirdiyi fotosunu göstərdim. Bax, bu oğlandır. Şəkil özü göndərdi səhifəmə. Mənə yazan oğlanın şəklini göstərmək həmin anda ağlıma gəldi. Birdən ağlıma gəldi ki, neçə ay əvvəl telefonumu təmin edən Sənan qardaşımın fotosunu qalereyamda görmüş ola bilər. Elə idisə, yalanım dərhal üzə çıxacaqdı və məni əməlli başlı həyəcanlandırırdı. Lakin tez də özümə təskinlik verərək düşündüm ki, Kənanın fotosunu telefonumda görmüş olsaydı, kimliyi barədə mütləq soruşardı. Qardaşımı həqiqətən tanımamışdı. Fotoya gözücü baxaraq, bunu niyə saxlayırsan ki? Pörtmüş halda soruşdu. Nə bilim, elə belə, siləcəm də. Adı nədir? O an ağlıma başqa ad gəlmədiyi üçün Kənan dedim. Bədbəxtin adama oxşarlığı da yoxdur. Qələt eləyirdi. Kənan boy-buxunda da, üzünün yaraşığında da ondan xeyli üstün idi. Elə olmasaydı, məqsədimi həyata keçirmək üçün daha yaraşıqlı birinin şəklini tapıb göstərərdim. Nə danışırsan Sənan, dedim. İnsafla desək yaraşıqlı oğlandır. Siması da ki, əsl kişi suyu var. Bəzi göyçək oğlanlar kimi üzündən qəhbəlik yağmır. Son sözlərim Sənana sərt şapalaq kimi tutdu. Sifəti qıpqırmızı çuğundura dönmüşdü. Bəsdir, az təriflə. Düşündüm ki, bu qədər bəsdir. Ağını çıxarmayım.
Yaxşı, zarafat edirdim dedim. Mənim üçün dünyanın ən gözəl oğlanı sənsən. Bu söhbətindən sonra Sənan biraz özünə gəldi və söhbətin mövzusunu dəyişdik. Artıq bugünkü işimi uğurla bitirmişdim. O görüşdən sonra yazışmalarımız yenə davam etdi. İndi WhatsApp durumumda tez-tez cəzbedici fotolarımı paylaşır və elə edirdim ki, bu fotoları yalnız Sənan görsün. Hər dəfə şəklimə ət tökən şikt komplimentlər yağdırırdı. Onunla bu cür əlaqənin davam etməsi məni bezdirsə də dözüb nəzərdə tutduğumu sonu gözləyirdim. Sınmış qürurumu yamamaq üçün hazırladığım planın əsas və mənə xoş olan mərhələsi gəlib yetişdi. Bu mərhələdə artıq ona yazmağı dayandırmışdım. Yalnız o yazırdı və mən cavabı saatlarla, hətta günlərlə yubadır, yazanda da soyuqluğumu göstərirdim. Səbəbini soruşanda isə deyirdim ki, imtahanlara hazırlaşıram. Dərsinin ortalarında ev sahibi zəng vurub mənzili boşaltmalı olacağımızı dedi. Buranı ipoteka ilə almış, indi pulunu ödəyə bilmədiyinə görə satmaq istəyirmiş. Sən demə, onun yasamaldakı daha bir otaqlı mənzili varmış. Bizə təklif etdi ki, oraya köçək. Bir neçə günə ayın sonu çatdı. Kirayə haqqını ödəmək vaxtı idi. Arzu ilə hərəmiz 150 manat ödəyib, Binnazın dediyi həmin mənzilə yığışdıq. 5 mərtəbəli köhnə binanın sonuncu mərtəbəsində yerləşən bu mənzil əvvəlkindən çox pis idi. Divarlarda nəmişlik, aboylar cırılıb tökülmüş, çarpayı sınıq salxaq, elektrik əşyaları daha bərbad halda. Ən dözülməsi isə bu idi ki, mənzilə su yalnız evin damına qoyulmuş çəndən gəlirdi və suyu çənə vuran motor xarab olduğu üçün susuz qalmışdıq. Binnaz xanıma zəng vurub su məsələsini nəzərinə çatdırdım. Dedi, motoru təmir etmək üçün usta göndərəcək və ertəsi gün bir nəfəri göndərdi. Usta olduğunu şübhə etdiyim bu adam motora baxaraq təzəsi alınmalıdır dedi və cəhənnəm olub getdi. Elə aciz vəziyyətdə idim ki, nə edəcəyimi bilmirdim. Arzu büzüşüb sınıq kresloda oturmuşdu və gözlərinin suyunu axıtmamaq üçün bircə himə bənd idi. Özüm internetdən usta taparaq dəvət etdim. Yaşlı bir kişi gəldi. Motorla xeyli əlləşəndən sonra çənə baxmaq üçün dama çıxdı. Bu zaman mən də onun ardınca qalxdım. Çənin qapağını açıb baxan kimi dərhal üzünü turşutdu. Ay sənin başına daş düşsün, evi yəsi. Çənin içi zirzibillə doludur. Sən insansan, yoxsa heyvansan? Bu nə biabırçılıqdır? Yazıq uşaqlar bu çənin suyunu necə içsinlər? Çənin içindən çıxartdığı iri mal sümüyünü mənə göstərəndə mədəmin bulandığı üçün az qaldı elə oradaca qusum. Usta mənə təəccüblə baxıb başını buladı. Yox qızım, bu mənzildə insan yaşamaz. O eşşəkdən əmələ gələn ev sahibi hər kimdirsə, çağırın gəlib çəni təmizlətsin. Ya da gedin özünüzə başqa mənzil tapın. İşini yola salandan sonra düşdüyüm vəziyyətin ağırlığına dözməyi bağladım. Bu dəfə Arzu mənə təskinlik verməyə başladı. Güclü olmağa qərar verib özümü birtəhər toparladım. İnternetdən bir neçə ev dəllalının telefon nömrəsini öyrənib zəng etdim. Yalvardım ki, bizə təcili kirayə mənzil tapsınlar. Axşamüstü onlardan biri zəng vurub Neftçal metrosu tərəfdə 2 otaqlı mənzil tapdığını bildirdi. Kirayə haqqının ayda 400 manat olduğunu eşidəndə etiraz etmək istədim. Lakin dəllal dedi ki, sizin kimi daha 2 tələbə olsa, hərəniz ayda cəmi 100 manat verərsiniz. Bu təklif mənə şirnikləndirici göründü. Çünki həmin 2 tələbənin özü tapacağına söz verirdi. Elə o axşam 10 mərtəbəli binanın 6-cı mərtəbəsinə yerləşən mənzilə daşındıq. Mənzil pis deyildi. Binnazın xarabası ilə müqayisədə lap yaxşı da demək olardı. Dəllalın pulunu verdik. Mənzil sahibinə isə dedi ki, 1-ci ayın kirayə haqqını köhnə ev sahibindən pulumuzu alanda verəcəyik. Yaşlı kişi bir qədər deyinsə də axır razılaşmalı oldu. Dəllal ev sahibi gedən kimi artıq xanım deməyə dilim gəlməyən Binnaza zəng vurdum. Mənzilindən çıxdığımızı bildirib pulumuzu geri istədim. Çıxdınız? Təəccübləndi. Niyə axı? Orada yaşamaq mümkün deyildi ona görə. Başqa mənzil tutduq. Xahiş edirəm pulu tez qaytarın. Xahiş etməklə deyil ki, gələk mən oraya yeni kirayəçini salıb ondan kirayə haqqı alım ki, sizin pulunuzu qaytarım da.
Lahi bu qadını ilk dəfə görəndə necə bəyənmişdim. Sevinirdim ki, ev sahibəmiz mədəni, gülərüz, mehriban bir xanımdır. İndi isə nəzərimdə onunla acgöz bir görüşənin heç bir fərqi yox idi. Bizə pul təcil lazımdır dedim. Tutduğumuz mənzilin pulunu verə bilmirik. Yaxşı, bir-iki günə çatdıraram pulunuzu. Pulu çatdırmağına çatdırdı. Amma onun iç üzü ilə tanışlıq məndə bir sınaqlıq, insanlara inamsızlıq yaratmışdı. Bundan sonra yenə də özüm millətimlə fəxr edib, qürur duya biləcəyimi sanmırdım. Vəzifəsindən, mövqeyindən asılı olmayaraq, kimin əlində kiçik bir fürsət düşürdüsə, ona möhtac olan adamın qanını içirdi. Bu binnaz qancıq heç bir vəzifə, kreslo sahibi deyildi. Görəsən elə bir mövqeyə qalxsaydı, nələr edərdi? Yeni mənzil bizim üçün tapan dəllal sözün üstündə durub, 3 gün keçməmiş buraya 2 qız gətirdi. Əvvəlcə zərrini, daha sonra isə sürməni. Arzu ilə mən artıq yataq otağına səhv etmişdik deyə onlar salonda yatmalı oldular. Zərrin divanda, sürmə isə mənzil sahibini tapıb gətirdiyi köhnə bir adamlıq çarpayıda. Yeni mənzilə köçəndən bir neçə gün sonra telefonuma Sənandan zəng gəldi. İkinci zəngdən sonra açdım. Hə, Sənan, eşidirəm. Əsəbindən kükrədi. Bu nə deməkdir, Ülkər? Bu nə danışıqdır? Sən niyə belə edirsən axı? Nə edirəm? Çətinliklə də olsa sakitliyimi qorudum. Yasamaldakı evə getdim. Dedilər neçə gündür bir dəfəlik çıxmışsınız. Bunu mənə niyə xəbər verməmisən? Xəbər verməyin nə mənası vardı ki? Necə yəni nə mənası vardı? Ev tapmaqda sizə kömək edərdim. Ehtiyac yox idi. Bir qədər susandan sonra acı kinayə ilə dilləndi. Məndən soymağının səbəbini çox yaxşı bilirəm. Nədir səbəb? Bu sualı verdim və dərhal da bədənimə bir gizilti gəldi. Qorxdum ki, indicə arzu məsələsini etiraf edəcək. Lakin nə yaxşı ki, elə olmadı. O Kənan Aclaf sənə yazandan sonra belə oldun, dedi. Burada əsəbimi cilovlamaq lazım deyildi. Xahiş edirəm, sözlərinə diqqət yetirəsən. Tanımadığın şəxs haqqında elə danışa bilməzsən deyə səsimi qaldırdım. Bax gör onu necə müdafiə edirsən. Deməli düz tapmışam. Məndən soymağının səbəbi yalnız odur. Ola bilər, yoxsa elədir. Son və qəti zərbəni vurmaq qərarına gəldim. Yaxşı Sənan, indiki həqiqəti öyrənmək istəyirsən, qoy deyim. Açığı mən əvvəllər elə bilirdim ki, səni sevirəm. Amma bu yalnız aldadıcı bir hiss imiş. Kənanla tanış olandan sonra bunu bir daha anladım. Sənanın səsi bu dəfə çox boğuq gəldi. Deməli, indi onu sevirsən? Hə, bağışla, amma həqiqətən ilk dəfədir birini sevirəm. Ay Allah, mənim ürəyim partlayacaq deyə oğlan nalə çəkdi. Necə də rahat danışırsan? Səni heç belə bilməzdim. Həqiqəti deyirəm. İndi hardan bilmək olar ki, daha yaxşı biri qarşına çıxsa, onu atmayacaqsan. Mən Kənanı heç vaxt atmaram. Görəcəyik. Kənan qeyrətlidir, mərddir. Nə demək istəyirsən? Məgər mən qeyrətsizəm? Elə demədim. Amma Kənan tamam başqa insandır. Deməli, bizimki bura qədər imiş. Buna çox təəssüf edirəm Sənan. Ancaq nə etmək olar? Ürək söz dinləmir ki. Səni aldatmaq istəmirəm. Yəni bundan sonra dost kimi də qala bilmərik. Sənan indi sanki yalvarırdı. Yox, Kənan çox qısqancdır. Elə şey icazə verməz. Sənə xoşbəxtlik arzulayıram və xahiş edirəm qarşıma çıxmayasan. Bunlar mənim ona dediyim son sözlər oldu. Dərhal telefonu qapayıb nömrəsini blokladım və birdən qeyri-ixtiyari olaraq ucadan nöqtə deyə çığırdım. Səsimi eşidib mətbəxdən gələn Arzu ilə sürmə mənə təəccüblə baxsalar da bu heç vecimə deyildi. Sənandan bu cür ayrılmağım sanki yaralı qəlbimi biraz da olsa sağaltmışdı. Artıq o əclaf mən Ülkərə atdım deyə bilməyəcəkdi. Bu fikirlər məni bir qədər sakitləşdirsə də aldığım travmanın hələ bir müddət əzabını çəkdim. İndi 3-cü kursu oxuyuram. Sənanla münasibətə nöqtə qoyduğum o gündən təxminən 9 ay keçib. Onun Arzuya mesaj yazdığı həmin uğursuz günü tam unuda bilməsəm də çox az yada salıram və inanıram ki, vaxt gələcək, həyatıma elə bir insan daxil olacaq ki,
Onu heç xatırlamayacağam. 9-cu hissə. Dərsdən gəlib yüngülvarı nahar edəndən sonra çarpayda uzanmışdım. Arzu da yanımda idi. Baş ağrısı səbəbindən gecə yuxusuz qaldığıma görə indi yatmışdı. Mən isə telefonda WhatsApp-a girmişdim. Amir adlı həmin oğlanın profilinə baxıb, görəsən yazılmı deyə düşünürdüm. Universitetdən evə qayıdarkən səkidə yıxılmağımdan və təsadüfən oradan keçən Amirlə bacısının məni həkimə aparmağından cəmi tam 5 gün ötürdü. 5 gün idi ki, səhərlər həkimin yazdığı və Amirin öz pulu ilə aptekdən alıb verdiyi B12 vitaminini qəbul edirdim. Halımda aşkar irəliləyiş vardı. Günlərlə kabusuma çevrilmiş qəfil baş dönməsi yoxa çıxmışdı. Özümü həyata yenidən qayıtmış kimi hiss edib sevinirdim. Amir ayrılarkən öz vizit kartını mənə verib demişdi ki, vitaminin qəbuluna başlayandan bir neçə gün sonra zəng vurub vəziyyətim barədə məlumat verim. Onu anlamaq olardı. Yad bir qızı çarəsiz halda küçədən götürüb bahalı klinikaya aparmış, işindən gücündən avara olaraq öz hesabına müayinədən keçirmiş, üstəlik həkimin yazdığı vitamini də özü almışdı. Bütün bunlardan sonra etdiyi xeyirxahlığın nəticəsi ilə maraqlanması təbii idi. Yəni oğlan bilmək istəyirdi ki, o halda həkimə apardığı qızın sonraki taleyi necə oldu? Öldümü, qaldımı? Həkimin yazdığı vitaminin bir faydası oldu, yoxsa diaqnoz səhv qoyulubmuş? Bunlar öz yerində. Amma qəlbimin dərinliyindən gələn bir səs, bütün qadınlara məxsus həssaslıq mənə deyirdi ki, Amir telefon nömrəsini mənə yalnız bu səbəbdən verməyib. Mənə qarşı laqeyd olmadığını, məndən xoşlandığını hiss etmişdim. Əgər belə idisə, mənimlə tanışlığı davam etdirmək istəyirdi və vizit kartını da bu məqsədlə vermişdi. Görəsən o səkidə mənim əvəzimə hansısa eybəcər və ya adi, sıradan bir qız yıxılıb qalsaydı, Amir ona da yardım edərdimi? Məsələn, mənim yerimə sürmə olsaydı. Düşündüm ki, belə qərara gəldim ki, etməzdi. Ya ən azı mənə etdiyi qədər etməzdi. Uzaq başı qızı maşına qoyub evinə aparar, ya da bir dövlət xəstəxanasına verib öz iş gücünə gedərdi. Belə idisə onda mən nə etməliydim? Bütün o xeyirxahlığı məndən xoşlandığı üçün edən oğlana yazmalı və ya zəng vurmalıydımmı? Niyə? Nə səbəbə? Bu ciddi simalı oğlanın evli ya subay olduğunu da dəqiq bilmirdim. Ya da bəlkə nişanlı idi, ya istədiyi qız vardı. Qəribədir, vallah. Biz centilmen kimi halımdan xəbər tutmaq üçün mənim telefon nömrəmi istəmək əvəzinə öz nömrəsini vermişdi. Bununla məni çətinə saldığını düşünmürdümü? Axı bir gənc qız üçün ilk dəfə hansısa oğlana zəng vurmaq heç də asan iş deyildi. Bəlkə bununla məni sınayırdı. Bəlkə düşünürdü ki, mənim bu qızdan xoşum gəlib, vizit kartını verim. Əgər zəng vursa, deməli o da mənə laqeyd deyil. Sevdiyi filanı da yoxdur ki, və belə olarsa çox gözəl. Yox, əgər əlaqə saxlamırsa, deməli bu qıza heç baş qoşmağına dəyməz. Çünki ya sevdiyi var, ya da mənə qarşı o qədər laqeyddir ki, onun üçün bu qədər əziyyət çəkməyimə baxmayaraq bir telefon zəngini belə çox görür. Ya da bəlkə Amir telefon nömrəmi etika xatirinə istəməmişdi. Bəlkə alicənablığından belə fikirləşmişdi ki, vizit kartımı verim, Ülkər özü məsləhət bilsə zəng vurar. Bilməzsə yox. Nə bilim vallah. Əslində burada problemə çevrəsi bir şey yox idi. WhatsAppda bir neçə kəlmə yazıb halımın yaxşı olduğunu bildirəcək, mənə göstərmiş olduğu qayğıya görə bir daha təşəkkür edəcəkdim. Vəssalam. Amma digər ki, 5 gündür eyni şeyi düşünüb dursam da bir yana çıxa bilmirdim. Yazım yoxsa yazmayım. Qapının zəngi çalınanda qoynunda çabaladığım xəyal dəryasından çıxdım. Arzu ilə sürmə evdə idilər. Zərrinin isə hələ işdən qayıdan vaxtı deyildi. Üzümü turşudaraq düşündüm ki, kaş gələn Sərhad ya Ramil olmasın. Oturub onların uzun söhbətlərini dinləyəcək halda deyildim. Sürmədən səs çıxmadığını görəndə ikinci zəngdən sonra könülsüz qalxıb qapıya getdim. Gələn əlində gül buketi tutmuş 30 yaşlarında qarayanız qız idi. Qara saçlarını oğlan sayağı kəsdirmişdi. Çənəsində olan iri ət xalı qızın onsuz da fəxr etməli bir şey olmayan üzünü biraz da baxımsız edirdi.
Üstəlik nə dırnaqları boyanmış, nə də üzünə makyaj etmişdi. Biraz gec də olsa onu tanıya bildim. Məhəllədəki marketin satıcısı idi. Məni bir neçə saniyə mənalı baxışlarla süzəndən sonra nəhayət səsini çıxartdı. Salam, Arzunu çağıra bilərsiniz? Dinməsə yataq otağına qayıdıb Arzunu səslədim. Amma o asanlıqla ayılana bənzəmirdi. Yenidən qapıya getdim. Arzunun başı ağrıyırdı, yatıb dedim. Əlindəki gül buketini mənə uzatdı. Onda zəhmət olmasa duranda bunu ona verin. Deyərsiniz, Emiliya gətirmişdi. Orxan göndərib. Buketi alarkən qızın sağ əlinin baş barmağı ilə şəhadət barmağı arasında daha bir ətxalı diqqətimi cəlb etdi. Bu qara xal çənəsindəki ilə müqayisədə bir qədər kiçik idi. Yaxşı verərəm, çox sağ olun dedim. Emiliya sağollaşaraq getdi. Sağ olasan Arzu, kinayə ilə düşündüm. Bu Orxan hardan çıxdı? Deməli dünən 1, bugün 2. Sən də özündən oğlan tapmısan. Bəs bunu bizdən niyə gizlədirsən? Yaxşı deyiblər, suyun lalaxanı, adamın yerə baxanı. Əksəri çoban yassı və bir neçə qırmızı qızıl güldən ibarət buketi yataq otağına aparmaq istəyəndə sürmə əlində telefonu mətbəxdən çıxdı. Bu gül hardandır? Orxan adlı bir oğlan Arzuya göndərib dedim. Orxan kimdir? Arzunun oğlanıdır. Nə vaxt tanış olublar? Bəxtəvər başına Arzunun. Sevgilisi ona gül göndərir. Gör, heç ilkin mənə belə bir jest edər. Mədəniyyət deyilən şey yoxdur da bizimkində. Gül buketini əlindən qapıb salona qaçanda arxasınca getməli oldum. Tələsik saçını hamarlayıb buketlə selfie çəkdi. Fotonu Instagram və WhatsAppda paylaşaraq altından çox sağ ol İlkin, səni çox sevirəm yazanda başımı bulayıb gülümsədim. İndi nə olacaq güya? Nə olacaq? Sürmə artıq çiyinlərini dartdı. Birincisi özlərini qaldırıb dağ başına qoyan bəziləri yanıb töküləcəklər ki, gör İlkin sürməni nə qədər çox sevilmiş. İkincisi də İlkin fotonu görüb xəcalət çəkəcək. Yadına düşəcək ki, sevdiyi qıza gül hədiyyə etməlidir. İlkin adlı oğlanı uzun axtarışlardan sonra Instagramda yeni tapmışdı. 1-2 dəfə şəhərdə görüşmüşdülər. Şəklini mən də görmüşdüm. Loğvalıq kimi çıxmasın, ömrümün sonuna kimi tək qalsam, yenə beləsinin üzünə baxmazdım. Məncə düz eləmisən dedim. Belə çıxacaq ki, ilkindən gülü özün dilinlə istəyirsən. Halbuki bunu sən demədən etməlidir. Yəni sənə gül hədiyyə etmək öz içindən gəlməlidir. Yox, ola bilsin sadəcə ağlıma gəlmir. Mən də belə edirəm ki, ayılsın. İndiki oğlanları boş buraxsan, sənin üçün əllərini ciblərinə salmazlar. Sənin sevgilin olmayıb deyə belə şeyləri bilməzsən. Əvvəl də dediyim kimi, Sənan barədə Arzudan başqa kimsə bilmirdi. O cümlədən sürmədə. Oğlan yadıma düşəndə qanım qaraldı. Buketi götürüb mətbəxə apardım. Sənanı unutmağa çalışsam və buna qismən nail olsam da, onu hər xatırlayanda içimdə nifrət baş qaldırır, eyni zamanda ruhumu müthiş bir xof bürüyürdü. Bu xof bir zaman ona göndərdiyim, üzümün aydın göründüyü yarımçılpaq fotolarımla bağlı idi. Sənanı onları silib silmədiyinə əmin deyildim. Fikirləşirdim ki, bu namərd insan fotoları kiməsə göstərər və ya sosial şəbəkələrdə paylaşa bilər. Əgər belə bir alçaqlıq etmiş olarsa, başına nələr gələcəyini düşünməyə belə qorxurdum. Amma son aylar həmin xof mənə daha az gəlir, gələndə də ruhumu yalnız bir neçə saniyəlik zəlzələ kimi silkələyib çəkilirdi. Özümü inandırmağa çalışırdım ki, Sənan indiyə kimi fotolarımı yaymayıbsa, bundan sonra da yaymaz. Sürmə az əvvəl yemək yediyi bulaşıq qabları süfrədə qoyub çıxmışdım. Gənc bir qız belə pinti və səliqəsiz necə ola bilirdi, anlamırdım. Anamdan gördüyüm tərbiyəyə görə səliqəsizliyi başım götürmürdü. Amma bu mətbəxi tək başına təmiz saxlaya bilməzdim. 4 qız bir mənzildə qalırdıq. Hər birimiz ayrı ailədən, ayrı-ayrı xasiyyətlərdə. Onlara qulluqçuluq edəsi deyildim ki. Mən hər gün yuyunurdum. İsti havalarda tərləyəndə hətta bir gündə 2 dəfə. Zəninlə Arzu da pis deyildilər. Heç olmasa öz bədənlərinin təmizliyi qayğısına qalırdılar. Amma bu sürmə, vay vay.
Bədəninə həftədə 10 gündən bir dəfə ya su dəyirdi, ya da yox. Yağlı, tez kirlənən saçlarını isə hər həftə 2-3 dəfə yuyurdu. Adamların gözünə görünən saçları idi axı, bədəni görünmürdü. Oradan gələn iyrənc tər və kir qoxusunu bizim ətirlərimizlə örtbasdır etməyə çalışırdı. Qoxu demişkən, sizə bu sürmənin bir sirrini açacağam. Çarpayısının altında köhnə bir bel çantası vardı. Hər dəfə çimmək və ya başını yumaq üçün vanna otağına gedəndə onu da özü ilə aparırdı. Çantada nə olduğunu bizi maraqlandırsa da dərinə gedib soruşmurdu. Bir dəfə təsadüf elə gətirdi ki, sürmə çantası ilə bərabər vanna otağından çıxanda dərhal sonra oraya girməli oldum. Deyəsən dişlərimi fırçalayacaqdım. İçəri girəndə məni elə üfunətli bir qoxu vurdu ki, onu sizə olduğu kimi anlada bilməyəcəm. Dözə bilməyib dərhal dəhlizə çıxdım. Bu nə idi ilahi? Bir müddət sonra Zərrin marağını boğa bilməyib onun çarpayısının altında gizlətdiyi çantasına baxmışdı. Orada nə olsa yaxşıdır. Sən demə bu sarsaq hər dəfə hamama girəndə kirli at paltarını çıxarıb çantaya qoyulmuş. Niyə? Vallahi bilmirəm. Ola bilsin 2-3 aydan sonra bir rayona gedəndə özü ilə aparıb anasına yuduzdururmuş. Zərrin çantada gördüklərini arzu ilə mənə bildirəndə birdən xatırladıq ki, indiyə kimi bir dəfə də olsun sürmənin öz at paltarını paltarıyan maşına atdığını və ya qurutmaq üçün ipdən asdığını görməmişik. Bir dəfə də səhər salona keçmişdim. Sürmə yatağından yenicə qalxıb geyindi. Yatağın üstünü örtməyə macal tapmamış, döşəyin orta hissəsindəki iri, sapsarı ləkə diqqətimi cəlb etdi. Amma siz, Sürmə xanım, geyinib keçinib şəhərə çıxanda görəsiniz. Üz gözünə o qədər bəzək vurur. Saçlarına elə forma verir, elə ətirlənir ki, kənardan baxanda bunun həmin pinti qız olduğunu deməzsiniz. Bir dəfə Zərrin dedi ki, yazıq İlkin bu qızla bəlkə də ailə quracaq, amma onun necə pinti olduğundan xəbəri yoxdur. Arzu onun sözlərinə güldü. Dedi ki, İlkin özü nədir? Düz deyirdi, o gedədən heç xoşum gəlmirdi. Balaca boy, arıq oğlan idi. Üz gözündən tülkülü yağırdı. Sürmənin aşırı pintiliyindən danışdım. Yaxşı cəhətlərini qeyd etməsəm insafsızlıq olar. Mehriban xasiyyəti vardı. Sakit qız idi. Yoldaşın dərdini dinləməyə bacarırdı. Nə deyim vallah, insandır da. Arzu oyanıb mətbəxə gəldi. Əynində qırmızı güllü pinjama vardı. Saçları pərişan halda çiyinlərinə dağılmışdı. Onu mənalı baxışlarla süzüb, "Nə oldu, başının ağrısı keçdi?" deyə soruşdum. "Hə, indi yaxşıyam" dedi və bu zaman gözü masanın üstündəki gül buketinə sataşdı. "Bu hardandır?" "Orxan göndərib", eyhamlı səslə cavab verdim. Qızın yanaqları dərhal tökdü. "Orxan?" "Hə, marketdəki qara qız gətirmişdi. Emila." Bunu eşidəndə gözləri sevincdən parıldayan Arzu yaxınlaşıb buketi götürərək dərindən qoxuladı. Sonra 2 litrlik bir bankanı su ilə doldurub gülü onun içinə qoydu. Hərəkətlərini maraqla izləyirdim. İşini bitirəndə, "Hə, bir də görüm kimdir bu Orxan" deyə sual verdim. "Niyə ondan xəbərim yoxdur? Mən Sənanı səndən gizlətməmişdim ki, sən də bunu məndən gizlədirsən." "Gizlətmirəm" deyə qız başını yellədi. 10 gün olar tanışıq, WhatsAppda yazışırıq. Bir dəfə də səsli danışmışıq. Vallahi sənə deyəcəkdim. Necə tanış olmuşsunuz? Emiliya ilə işlədiyi marketdə dostlaşmışıq. Orxana nömrəmi o veribmiş. Uzaq qohumumdur. Belə tanışlıqları heç sevmirdim. Yəni kiminsə öz qız tanışını oğlan tanışına düzəltməsi heç də yaxşı səslənmir, elə deyilmi? Mənim fikrimcə bu məsələdə düzəldən şəxs daha çox öz mənafeyini güdür. Əhəd əmi qızını mənə etibar etmişdi. Arzudan cəmi bir yaş böyük olsam da ona düzgün yol göstərməyi, həyat yolunda büdrəməsinə mane olmağı özümə borc bilirdim. Ən azı Əhəd əminin xatirinə. Özüm Sənan məsələsini bir dəfə möhkəm büdrəmişdim. Hələ çox şükür ki, sadəcə büdrədim. Yıxılıb ayağımı sındıraraq ömürlük şikəst qalmadım. İndi mənə elə gəlirdi ki, artıq sevgi məsələsində oğlanları tanımaqda az-çox təcrübəm var. Hə, bu düzəltmə tanış etmə işlərini heç sevmirdim. Hazırki düşüncəm də belə idi ki,
Birincisi, müasir dünya görünüşlü, ağıllı qız özünə oğlan tapmağa, ailə qurmağa tələsməməli, azı 25 yaşa kimi gözləməlidir. İkincisi, ümumiyyətlə oğlan axtarmamalıdır. Yüksək təhsil almalı, öz ayaqları üzərində dura bilməsi üçün ixtisası üzrə işləməli, cəmiyyətin mədəni təbəqəsinə daxil olaraq sosiallaşmalıdır. Çox mütaliə etməklə dünya görünüşünü artırmalı, müxtəlif təriqətlərlə birlikdə üzv olmalı, kitab və digər incəsənət sərgilərinə, yazıçıların imza saatlarına, konsertlərə, teatrlara getməli, bir sözlə, elitar toplumun içində olmalıdır. Əgər belə edərsə, çox sayda mədəni, zəkalı oğlan tanışları olar və gələcəkdə onu xoşbəxt edə biləcək şəxsi ilə onların içindən seçər. Belə düşünsən də 19 yaşlı kəndçimin gözlərində xoşbəxtlik parıltısı yaradan Orxan adlı oğlanın necə adam olması məni yaman maraqlandırırdı. Necə oğlandır, nə işlə məşğuldur deyə soruşdum. Sanki bayaqdan bu sualı gözləyirdi, həvəslə dilləndi. Məncə çox yaxşı oğlandır, ağıllı, tərbiyəli, ali təhsilli var. İşi də Türkiyə ilə əlaqəlidir, oraya gedib gəlir. Hiss edirəm ki, mənə qarşı fikri ciddidir. Gül göndərəcəyini bilmirdim, gərək zəng vurub minnətdarlıq edim. Açıq-aşkar görünürdü ki, otaq yoldaşım oğlanı hələ tam vurulmasa da vurulmaq üzrədir. Ondan danışdıqca gözləri alışıb yanır. İçimdə ona belə xoşbəxt edən oğlanı görmək kimi güclü bir istək yarandı. Şəkili var səndə? Var deyə sevincək telefonunu açıb mənə bir foto göstərdi. 25 yaşlarında kifayət qədər uca boylu, idmançı görkəmli bir oğlan İslam markalı avtomobilə söykənib dayanmışdı. Onun yaraşıqlı oğlan olduğunu özlüyümdə etiraf etdim və qeyri-ixtiyari olaraq bunu dərhal dilimə gətirdim. Yaraşıqlı oğlandır. Hə, çox, coşğunluqla səslənən Arzu mənə Orxanın daha 2 fotosunu göstərdi. Onların birində oğlan dənizin sahilində oturmuşdu. Əynində cins şalvar və qara rəngli dəri gödəkçə vardı. Digərində isə masa arxasında çay içirdi. Mən əsla paxıl deyiləm. Üstəlik o vaxt Sənanla bağlı içimdə bu qıza qarşı xoşa gəlməz hisslər yaransa da, hər halda eyni kənddən idik. Həmişə hörmətini saxladığım Əhəd əminin qızı idi. Eyni zamanda çox müsbət cəhətləri vardı. Bütün bunlara görə təbii ki, xoşbəxtliyini istəyirdim. Lakin necə olmasa mən də qadınam. Tanrı bu cinsi yaradarkən hər birinə verdiyi qısqanclıqdan birazcıq mənə də vermişdi. Emilia ona sənin şəklini göstərmişdi deyə soruşdum. Hə dedi, şəklimi göstərib, o da bəyəndiyi üçün nömrəmi istəyib. Sənə yazan kimi dərhal cavab verdin? Yox, cavab yazmayacaqdım. Emilia mənimlə danışdı. Orxanı çox təriflədi. Xahiş etdi ki, ona bir-birimizi tanımağımız üçün şans verim. Və sən də dərhal bu şansı verdin. Arzu yenə pörtdü. Emilia fotosunu göstərmişdi. Gördüm ki, oğlana oxşamır. Emilia'nın xatirinə cavab verdim. Nə deyirəm? Nəhayət bu məsələyə fikrimi bildirdim. Yolunuz açıq olsun, amma yenə də diqqətli ol. Məndən nəsə gizləmə. Yaxşı ülüş, deyə boynumu qucaqlayaraq üzümdən öpdü. Amma bunu hələlik kənddə heç kəs bilməsin. Yaxşı, arxayın ol, heç kəsə demərəm. Yataq otağına keçərək adətim üzrə üzü üstə çarpayıya uzandım. Təsadüfi tanışlıqlara etibar etməsəm də mənə elə gəlirdi ki, Arzunun sevgi məsələsində bəxti gətirib. Oğlan həqiqətən yaxşı oğlana oxşayırdı. Arzu isə dediyim kimi heç də pis qız değildi. Kim bilir, bəlkə də bu cütlüyün hazırki yaxınlığında gələcəyin gözəl, bəxtəvər bir ailəsinin təməli qoyulmalı idi. Nə deyə bilərdim? İstəməyənin gözü çıxsın. Tək ki, xoşbəxt olsunlar. Telefonu əlimə alıb Amirin WhatsApp-dakı profilinə girdim. Yazım, yoxsa yazmayım? Yazmağı utanırdım. Düşünürdüm ki, 5 gün əvvəl mənə özünün dediyi kimi insanlıq xatirinə yaxşılıq edən, həkimə aparan, sonra müalicəsinin nəticəsindən xəbər tutmaq üçün vizit kartını verən Amir indi bəlkə də bütün bunları unudub, belə də ona yazıb halımı bildirməyim yüngüllük olmazdımı? İçimdəki başqa bir duyğu isə deyirdi ki, yox Ülkər, sən ona yazmalısan. Çünki vizit kartını sənə Amir özü verib və onun əhvalının necəliyi barədə məlumatlandırmaq xahiş edib. Əgər bunu etməsən, sayğısızlıq göstərmiş olacaqsan və
Belə çıxacaq ki, etdiyi yaxşılığı sıradan bir şey hesab edərək unutmusan. Əslində isə mən o günü heç unutmamışdım və unuda da bilməzdim. Mehriban qardaş bacı ilə keçirdiyim o saatları xatırlayanda üzümə qeyri-ixtiyari təbəssüm gəlirdi. Onlar mənə indiyə kimi kimsədən görmədiyim qayğını göstərmişdilər. Yadıma 8-ci sinifdə oxuyarkən soyuqlamağım düşdü. Payız idi. İntizar müəllimi ilə söhbət etmək üçün onun kirayədə qaldığı evə getmişdim. Qaydanda məni möhkəm yağış tutdu. Başdan ayağa su içində idim. Düşdüyüm halımı görəndə anam məni danladı. Etiqad başıma bir şillə vurdu. Kənan ələ saldı. Atam evdə değildi. Axşam gəldi. Qızdırmam qalxmış halda yatağa uzanmışdım. Az qaldı məni elə yataqcaca döysün. Öl canın çıxsın dedi. İt kimi qapılarda sünənəndə belə olar. Yorğanı başıma çəkib ağladım. İndi birdən mənə elə gəldi ki, Amir də, Ayşən də ən doğma adamlarımdır və indi Amirə yazmasam, onları həmişəlik itirəcəm. Nə yazacağımı 5 gün ərzində azı 100 dəfə beynimdən keçirmişdim. Ona görə də ilk mesajı yazmaq çətin olmadı. Salam Amir bəy, yazan Ülkərdir. Demişdiniz bir neçə gün sonra vəziyyətinin barədə sizə məlumat verim. 5 gündür həkimin yazdığı vitamini qəbul edirəm. Artıq başımın hərlənməsindən əsər əlamət qalmayıb. Getdikcə daha da yaxşılaşıram. O gün mənə göstərdiyiniz qayğıya görə sizə bir daha dərin təşəkkürümü bildirirəm. Allah min qat əvəzini versin. Xahiş edirəm Ayşən xanıma məndən salam söyləyin. Mesajı göndərəndən sonra içimin səbəbini bilmədiyim bir təlatüm bürüdü. Gözlərimi ekrana zilləyib oxundu işarəsini gözləyirdim. Nəhayət Amir mesajı gördü. Sonra WhatsApp-dan çıxdı və bir neçə dəqiqə sonra ondan zəng gəldi. Dərhal sıçrayıb yataqda oturaraq telefonu açdım. Salam Ülkər. Oğlanın xatirimdə ciddi və bir qədər də sərt kimi qalan səsində indi xoş mülayimlik vardı. Həm də birbaşa sənə keçərək mənə adımla müraciət etmişdi. Bu heç də xətrimə dəymədi. Hər halda məndən neçə yaş böyük idi. Salam dedim. Yaxşı olmağına çox sevindim. Sağ ol ki, yazıb məlumat verdin. Neçə gündür sənə görə narahat idik. Hətta dünən Ayşən dedi ki, gərək Ülkərin telefon nömrəsini götürəydim. Çox sağ olsun Ayşən xanım. O necədir? Yaxşıdır. Sənin sağaldığını eşidəndə lap yaxşı olacaq. Tanrı köməyi olsun. Yaxşı Ülkər, daha səni çox narahat etməyim. Əsas odur sağaldığını öyrəndim. Yoxsa həqiqətən narahat idi. Özünə yaxşı bax. Vitaminlərini də 20 günün sonuna kimi iç. Laqeydlik etmə. Yox, etmərəm. Axıra kimi içəcəm. Çox sağ ol. Sağ olun. Amir telefonu qapadı və qısa olmasına baxmayaraq məni əməlli başlı utandırıb tərlədən söhbətimiz belə bitdi. Telefonu yanıma qoyub uzandım. Məni birdən-birə müəmmalı bir kədər süpürüdü. Yəni elə bu. Danışıb əhvalımın necəliyini bildirdim və hər şey bitdi. Daha onunla heç vaxt danışmayacağıq. Yersiz fikirlərimə görə özümü məzəmmət etdim. Bəs nə olmalıydı? Başqa nə gözləyirdin? Küçədə yıxılıb qalmışdın. Oğlan səni həkimə apardı, dərman aldı. Nəticəsini öyrənmək üçün sənə vizit kartını verdi. Xahiş etdi ki, zəng vurub onu halından xəbərdar edəsən. Sən də yazıb yaxşılaşdığını bildirdin. Oğlan etdiyi yardımın hədər getmədiyini öyrənib sevindi. Hər şey burada bitməli deyildimi? Əlbəttə bitməli idi. Deməli, bitməli idi və bitdi. Yaxşı, əgər belədirsə, bəs mənim